Salam, axşamınız xeyirli olsun. İzləyicilərimizi salamlayırıq və bu gün canlı yayımız yenidən efirdədir. Canlı yayımızın qonağı Şimşək TV-nin siyasi icmalçısı Dəmir Qurbanlıdır və bu gün bir sıra bizim mövzularımız olacaq. Onunla bağlı canlı yayımız fəaliyyətini göstərəcək. Dəmir müəllim, İlk öncə başlayaq sizin həmişə tənqid etdiyiniz xarici blogerlər haqqında. Onların həmişə siz onları tənqid edirsiniz və onların belə deyək də təsir imkanlarının olmadığı barədə faktlar irəli sürürsünüz. Və eyni zamanda da onlar sizə qarşı cavablar verir, təhqiramiz cavablar verir. Buna baxmayaraq siz geri dönmürsünüz. Və həmişə belə deyək də, olduğunda desək, döyüşmüsünüz onlarla. Onların təhqirlərinə baxmayaraq. Və buyurun, bugünkü fikirlərinizi hal-hazırda günümüzdəki gedişatla bağlı fikirlərinizi bildirin. Xaricdəki blogerlərlə bağlı. Hörmətli izləyicilər, sizi ilk öncə Şimşək TV-nin efirindən səmimiyyətlə salamlayıram. Bizi dinlədiyinizə görə sizə əvvəlcədən dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Qeyd eləmək istəyirəm ki, sizin sualınıza cavab olaraq bildirirəm ki, Azərbaycan Respublikasının bugünkü sürətli inkişafı Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, 21-ci əsr tariximizə Qurtuluş dahisi, ali sərgərdə, xilaskar, fatih olaraq daxil olmuş və eyni zamanda müasir müstəqil Azərbaycan Respublikasının qurucusu və banisi Heydər Əliyev siyasətinin davamı olaraq onun şah əsəri olan Azərbaycan Respublikasının 21-ci əsr tarixinin 20 ildən çox bir dövrünü qurub yaratmış, dünyada ən çox inkişaf etmiş, qüdrətli bir Azərbaycan dövləti yaratmış, dünyada 5-dən böyük olan ölkə formalaşdırmış, dünya miqyasında müstəqil daxil və xarici siyasət həyata keçirən, eyni zamanda Azərbaycan xalqının dəstəyi ilə, ordumuzun gücü ilə, müdrik rəhbərimizin siyasətinin davamı olaraq 2003-cü ildən etibarən həyata keçirdiyi uğurlu, məqsədyönlü, düşünülmüş daxil və xarici siyasətinin məntiqi nəticəsi olaraq 200 ildən çox bir dövrü əhatə edən erməni işğalına, soyqırımı, təcavüz, etnik təmizləmə siyasətinə qarşı həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq və eyni zamanda ermənilərin 1-ci Pyotr tərəfindən uydurulmuş və Çar Rusiyası, Sovet Rusiyası, Sovet dövləti və onun siyasi varisi olan Rusiya Federasiyası tərəfindən hərbi siyasi ideoloji dəstəyin məntiqi nəticəsi olaraq ermənilərin Azərbaycan əraziləri hesabına, bütövlükdə Azərbaycanın işğal edilməsi hesabına böyük Ermənistan yaratmaq ideyasını darmadağın edərək beynəlxalq erməni lobbilərinə, ermənipərəst dövlətlərə kəskin cavab verərək bu məsələni çox yüksək siyasi ustalıqla, məharətlə, diplomatik üsullarla, dünyada mövcud olmamış hərbi siyasi yollarla, özünün müdrik, uzaq görən siyasəti ilə və bu siyasətə Azərbaycan xalqının, dünya Azərbaycanlılarının, Türk dünyasının verdiyi dəstəyi məntiqi nəticəsi olaraq şəhidlərimizin qəhrəmanlığı sayəsində, qazilərimizin qəhrəmanlığı, igidlik, cəsurluğu, döyüşkənliyi sayəsində və vətən yolunda Azərbaycan prezidentinin siyasətinə dəstək ifadə edərək, onun komandanlığı ilə döyüşməkdən qürur hissi keçirərək, müstəqil Azərbaycan Respublikasının dövlət himnində qeyd olunduğu kimi
vətən yolunda can verməyə, qan tökməyə hazır olan millərlə qəhrəman oğullarımızın şəhidlik zirvəsini fəth etmiş qəhrəmanlarımızın igidliyi sayəsində yeni bir Azərbaycan yaradaraq dünyaya təqdim etmiş Prezident cənab İlham Əliyevin uğurlu siyasətinə və Azərbaycanın dünya miqyasında mövqeyinin möhkəmləndirilməsinə, Avro-Asiya məkanında Azərbaycanla hər bir istiqamətdə, bu cümlədən ticarət, iqtisadiyyat, siyasət, hərbi sahələrdə və digər layihələrin, beynəlxalq layihələrin həyata keçirilməsində, beynəlxalq məsələlərin həll edilməsində maraqlı olan ölkələrin çoxluq təşkil etdiyi bir dövrdə Azərbaycana qarşı əks mövqedə olan bəzi ictimai təşkilatlar, bəzi dövlətlər sapı özümüzdən olan baltaların dəstəyi ilə əldə etdiyimiz, qeyd etdiyim bu nailiyyətlərə kölgə salmaq, yəni işıqlı, nurlu gündüzü qaranlıqlı gecə kimi cəmaata, əhaliyə sırmaq, təqdim eləmək məqsədi ilə başı pozuq, anlaqsız, riyakar, vətən xainləri olan və eyni zamanda Azərbaycan Respublikasının ərazilərində vaxtilə yaşamış və qanun pozuntularına, cinayətlərə yol verərək Azərbaycandan qaçıb xarici ölkələrdə eyni zamanda qadın paltarı belə giyinərək qaçıb gizlənmiş şəxslər bugün Azərbaycana qarşı əks təbliğat işlərini həyata keçirirlər və bu istiqamətdə Azərbaycan Respublikasının bugünkü inkişafını qeyd elədiyim kimi qəbul etmək istəməyən dairələrin əlində oyuncağa çevrilmiş Qabil Məmmədov, Mehman Emin Hüseynov qardaşları, sonra o Məhəmməd Mirzəli, Elşad Məmmədov, sonra o Orduxan, nədir o birilər və digər şəxslər Azərbaycana qarşı çox ciddi şəkildə Azərbaycan Respublikasının prezidentinin ailə üzvlərinə qarşı, Azərbaycan xalqına qarşı çox ciddi şəkildə qarayaxma kampaniyası, təhqir edici ifadələri yağış kimi yağdırmağa başlamışlar. Belə bir şəraitdə biz Azərbaycan vətəndaşı olaraq, media nümayəndəsi olaraq, Azərbaycan prezidentinin siyasətini geniş və əhatəli təbliğ edən mətbuat nümayəndəsi olaraq onların anti-Azərbaycan mövqelərini, ermənipərəst mövqelərini, xarici ölkələrdə Azərbaycana qarşı həyata keçirdikləri əks tədbirlərin cavabsız qalmaması üçün bugün buradan bir daha özümüzün fikirlərimizi səsləndiririk və bildiririk ki, həmin şəxslər üçü də Mehman və Emin Hüseynov qardaşları, sonra Qabil Məmmədov çox təəssüf ki, qəhrəman Tovuz rayonundan olduqlarını bildirirlər. Həqiqətən onlar əslən Tovuz rayonundan olmalarına baxmayaraq Azərbaycanımızın bugününə qarşı, gələcəyinə qarşı çox ciddi tədbirlər həyata keçirirlər. Yəni Azərbaycan prezidenti Tovuz rayonuna həmişə çox yüksək diqqət və qağı göstərmişdir və prezidentimizin hakimiyyətə gəldiyi dövrə qədərki illərdə müasir müstəqil Azərbaycan Respublikasının qurucusu və banisi, dünya miqyaslı siyasətçi, dünyanı idarə etmə qabiliyyətinə malik olan, keçmiş SSRİ-də və dünyada çox böyük dahi şəxsiyyət olaraq qəbul edilən Heydər Əliyevin Tovuz rayonuna göstərdiyi diqqət və qağının ziddinə olaraq Qabil Məmmədov, Mehman Hüseynov, Emin Hüseynov qarayaxma kampaniyası
həyata keçirirlər və biz bunun Almanya'da München Təhlükəsizlik Konferansında Cənab Prezidentin orada iştirakı zamanı bir daha gördük. Onların bu istiqamətdə Azərbaycana qarşı hərəkətlərini dərindən gördük, hiss elədik və onların ölkə prezidentinə ünvanladığı sualları eşitdik, gördük və eyni zamanda birinci vitse-prezidentimiz 21-ci əsrin dünyəvi qadın siyasətçisi olaraq dünya miqyasında yüksək siyasi intellektə, dünya görüşə, diplomatik qabiliyyətə, fəlsəfi dünya görüşə, dünyanı belə idarə etmək qabiliyyətinə malik olan, dünya xalqları arasında dostluğu, humanizmi təbliğ edən və müasir Azərbaycan Respublikasının qurucusu banisi Heydər Əliyev siyasətinin dünyaviləşdirilməsi istiqamətində çox şaxəli işləri həyata keçirən, fəaliyyət göstərən, müasir tariximizə bənzəri olmayan qadın siyasətçi olaraq, tarixi şəxsiyyət olaraq, xalqımızın milli sərvəti olaraq və eyni zamanda xalqımızın milli qəhrəmanı səviyyəsinə qədər yüksəlmiş, hər bir Azərbaycanlının sevilmişinə çevrilmiş, qağı-keşinə çevrilmiş, dünyada multikulturalizmi, sivilizasiyalar arası diyaloqun tam şəkildə həyata keçirilməsi, xalqlar arasında dostluğun, qardaşlığın təmin edilməsi, sülhün təmin edilməsi, dünyada terrorizmə, separatizmə, soyqırım siyasətinə qarşı çox ciddi mübarizənin önündə gedən və eyni zamanda Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrimizin Ali Baş Komandanı Cənab İlham Əliyevlə çiyin-çiyinə irəli gedərək Azərbaycanın qüdrətlənməsi, iqtisadi qüdrətinin, siyasi inkişafının yüksək sürətlə təmin edilməsi istiqamətində öz əməli işləri ilə milli maraqlarımıza, dövlətçiliyimizə şərəflə, vicdanla xidmət edən hörmətli birinci vitse-prezidentimiz dünyanın tarixinə qeyd kimi bənzəri olmayan 20-ci əsrin birinci yarısından, ikinci yarısından və 21-ci əsrin birinci yarısından etibarən dünya miqyasında mövcud olmuş xanım siyasi liderdən fərqli və üstün cəhətlərə malik olan Azərbaycan Respublikasının tərəqqisi üçün, səhlənməsi üçün dünyanın hər bir ölkəsində, hər bir nöqtəsində Heydər Əliyev fondunun vasitəsilə ilə quruculuq işləri aparan, dünyada mövcud olan dini abidələrin və eyni zamanda tam məsuliyyətimlə bildirmək istəyirəm ki, nəinki Azərbaycan Respublikasında, hətta belə dünyanın istənilən bir dövlətində, məsələn, Böyük Britaniyada, Fransada, Amerika Birləşmiş Ştatlarında və digər ölkələrdə, hətta belə prezidentliyə namizədliyini verərsə, həmin ölkələrin xalqları tərəfindən yüksək səviyyədə dəstəklənərək həmin ölkələrə rəhbərlik etmək qabiliyyətinə malik olan xanım Mehriban Əliyevə qarşı orada ünvanlandırılan suala cavab verərək çox yüksək səviyyətə, çox yüksək intellektə malik olan, çox fəlsəfi baxışlar əsasında dəqiq ölçülmüş, biçilmiş və Azərbaycanın daha da qüdrətlənməsinə, xalqımızın milli mənəvi dəyərlərinin qorunub möhkəmləndirilməsinə hesablanmış və eyni zamanda xəyanətkar mövqedə olan şəxslərin xarici ölkələrdə ayrı-ayrı idarələrin əlində oyuncağa çevrilərək Azərbaycana qarşı qarahmə kampaniyasına cavab olaraq Emin Hüseynovun Demokratiya pərdəsi adı altında
demokratiya vəziyyət haqqında sualına hörmətli Mehriban xanım dünya miqyaslı siyasi xadim olaraq, dünyanı idarə etmə qabiliyyətinə malik olaraq, 21-ci əsrin dünyəvi qadın siyasətçisi, filosofu olaraq, dünyanın diplomatı olaraq çox yüksək səviyyədə cavab verərək Emin kimi satqın, xəyanətkar şəxslərə bildirmişdir ki, siz səfirlikdə qadın paltarı geyinərək qaçmış insansınız. Yəni bunların iç yüzünü açıb xalqa açıq-aşkar göstərmişdir. Və eyni zamanda cənab prezidentə onların ünvanladığı sual, hörmətli Hikmət Hacıyevə ünvanladığı suallar tamamilə çox doğru, dürüst cavab vermişdi cənab prezident ki, dünyada azad mətbuat. Yəni siz kimi mətbuat tanımırıq biz. Siz mətbuatın adından sui-istifadə edib təxribatla məşğulsunuz. Nə deyirsən mən blogerəm, nə bilim mən mətbuatçıyam, mətbuatın adını ləkələmək olmaz. Əgər mətbuat içsənsə da, sən bu istiqamətdə demokratik fikirli şəxsənsə da, demokratiyada danışırsansa, sən Fransada Azərbaycana qarşı erməni soyqırımını tanımayanların cəzalandırılması haqqında qərar qəbul olub. Yəni, keçmiş Dağlıq Qarabağın tanınması haqqında qərar qəbul edib. Fransa Senatı, Fransanın prezidenti Ermənistanın silahlandırılması istiqamətində işlər aparır. Ermənilərə dəstəyini ifadə edib. Anti-Azərbaycan siyasi xətti həyata keçirir. Sonra Almaniyanın özündə polis zorakılığı ilə bağlı Fransada baş verən tətillər, nümayişlər, dövlət əleyhinə çağırışlar, sonra Fransanın digər istiqamətlərdəki hərəkətləri, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının üzvü olaraq dünyada sülhün təhlükəsinin təmin edilməsinə, başlıca məsuliyyət daşımasına baxmayaraq, təcavüzkar ölkənin yanında olması barəsində, sonra Biden hökuməti dövründə Amerika Birləşmiş Ştatlarının anti-Azərbaycan siyasəti, sonra 9-7-ci düzəlişin qüvvədə qalması, sonradan dayandırılması və sonradan bir də qüvvəyə minməsi barəsində, Xocalı soyqırımının tanınması, ermənilərin Azərbaycana qarşı xalçılıq siyasəti, dünya miqyasında beynəlxalq cinayət hadisəsi olaraq qəbul edilən soyqırımı siyasəti barəsində nəyə görə siz özünüzün kanallarınızda bir dəfə də olsun çıxışlar eləməmişsiniz? Nəyə görə eləməmişsiniz? Nəyə görə Azərbaycanı hədəfə alıbsınız? Azərbaycan prezidentini. Yəni, Azərbaycan prezidentini ona görə bunlar hədəfə alırlar ki, xarici ölkələrə, yəni onu qeyd eləmək istəyirəm ki, xarici ölkələrin prezidentləri, məsələn, Amerika Birləşmiş Ştatlarının prezidenti, sonra prezidentin fəaliyyətə çox yüksək qiymət verir. Dünya ölkələrin prezidentləri Azərbaycan prezidentinin siyasətindən bəhrələnirlər, öyrənirlər və Azərbaycanın 200 il tarixi əhatə edən müharibəyə, təcavüzə 44 gün ərzində necə, nə cür, hansı formada nail olmasının sirrini öyrənməyə çalışırlar. Azərbaycanın hərbi siyasi təcrübəsindən bəhrələnməyə çalışırlar. Azərbaycan prezidentinin siyasi xəttindən daha doğrusu bəhrələnməyə çalışırlar ki, necə oldu ki, prezidentin ətrafında bir nəfər kimi hər bir vətəndaş birləşdi, bu qədər şəhidlər verdi. Yəni, prezidentin özü də qeyd elədiyi kimi şəhidlər dəfn olunurdu, bütün şəhid ataları, şəhid anaları deyir ki, durmayın, rəli gedin. Bu bizə qüvvət verirdi. Yəni, bu cənab prezident bunu bu cür dəyərləndirir və bizim hər birimiz də bu cür dəyərləndirir. Yaxşı, onda siz nəyə görə xarici ölkələrdə yaşayan şəxslər Emin, sonra o Mehmandır, nə bilim o Qabildir. Məsələn, keçən çıxışlarımda da bildirdim ki, Qabil Məmmədov bildirirdi ki, Azərbaycan Qarabağın
bir rayonu da alsa, ben kulağımı çox izləyicilərimizdən üzr istəyirəm, bu nə cür deyib elə deyirəm ki, mən cinsiyyət orqanımın birini kəsəcəm. Və yaxşı, nə kəsmədi? Bunlarda riyakarlıq, anlaqsızlıq, sonra bunlar vətənə münasibətlərini öz çıxışlarıyla, öz hərəkətlərinlə göstərirlər. Yaxşı, ondan niyə kəsmədin? Niyə özünü cəzalandırmadın? Yaxşı, dedin ki, mən köpək oğluyam. Deməli, sən bu sözü qəbul elədin. Yəni, biz tək kəsi təhqir eləmirik, tənqidi münasibət göstəririk. Biz özümüzü sizin səviyyənizə indirmək istəməzdik, heç vaxt. O qeyri-mümkün olan şeydir. İndi nə qədər oradan söyürsən, günən. Sənin qabiliyyəti ona çatır, bacarıq ona çatır. Biz də dövlətimizin maraqlarını buradan ifadə eləməliyik. Yəni, onu nəzərimizə çatdırıram ki, mən də sənə cavab verdim ki, ay Qabil, niyə eləmədin bunu? Yəni ki, mən sənin özüm kənd adamısan da, dıvır kimi yıxacam yerə səni, o qarşısında götürüb özüm sənin cinsiyyət orqanını kəsib səni axtarıb, özümə də gizlədəcəm ki, gördüm, Qarabağ tamamilə işğaldan azad edildi. Bütövlükdə separatizmin kökü kəsildi. Yəni, görün, Azərbaycan prezidenti qədər zərgər dərqiqliyi ilə dünya miqyasında siyasi xətt həyata keçirən, dünya miqyaslı olan diplomatiyanı, diplomatiya tarixini, dünya siyasətini, dünya iqtisadiyyatını, dünyada baş verən prosesləri dərindən bilən, görən və ona münasibət bildirən ikinci bir tarixi şəxsiyyətə rast gəlirmi? Siz bunu qəbul eləmişsiniz. Siz Azərbaycanın uğurlarını qəbul eləmişsiniz. Ona görə də siz kənd təsərrüfatında olan kəsicilər kimi, həşərətlər kimi, sonra o digər zərərverici ünsürlər kimi, o yabancı ünsürlər kimi, o biz kənd təsərrüfatında bitkicilikdə deyirik ki, bitkinin yabani hissəsi də, doğru deyir, bitkinin biclərini kəsək, geçsin. O bicləri kəsir, siz həm biçsiniz, biç həyat yaşayırsınız siz xarici ölkələrdə. Yəni, bunlarda görsən ki, araqdan içi orada burada yatırlar, ona deyilə bizlər. Siz də orada həmi bic deyirsiniz, həmi bic deyirsiniz. Yəni, bunların hamısında arxasında xarici dairələr dayanır. Siz kimlə maliyyələşdirən, siz kimlə qabağa verən. Yəni, qeyd eləmək istəyirəm ki, biz Qabil Məmmədovu, sonra Mehman Hüseynovu, Emin Hüseynovu tamamilə Tovuz adından rədd edir. Tovuz rayonu qəhrəman rayondur. Tovuz rayonunun qəhrəmanlığı hamıya respublikamızda, dünyada hamıya bəllidir. Yəni, 2020-ci ilin 12-si, 14-ü iyul hadisələri General Polad Həşimov cəbhə xəttində, cəbhədə şəhid oldu. 12 nəfər Azərbaycan ordusu şəhid verdi. Bir nəfər kimi hamı Tovuza axın elədi. Tovuzun qəhrəmanlığı tüm dünyaya yayıldı. Və siz nəyə görə bundan danışmadınız? Ne yazmadınız, ne demədiniz? İndi bugün başlayırsınız ki, prezidentin ailə üzvləri haqqında, onun gəlini barəsində sizdə kişilik qeyriyyət olsa, namus olsa, kimsə namusu qeyriyyəti haqqında danışmazsınız. Deməli, sizin qeyriyyətiniz, namusunuz yoxdur. Siz beyqeyriyyətsiniz, vətən xainisiniz. Vətənə xəyanət edirsiniz. Bundan artıq sizə nə demək olar, nə ad vermək olar? Düşürsünüz ortalığa, özünüz deyirsiniz, özünüz də gülürsünüz. Özünüz çalıb, özünüz də oynayırsınız. Belə şey olmaz. Belə şeyləri yığışdırmaq lazımdır. Ayıb olsun sizə. Yəni orada bu Orduxan var idi. Bizim cənab prezidentin müşayiət edən şəxslərə yaxınlaşanda onlar da yaxşı cavabını verdi. O qardaşa buradan səmimi minnətdarımı bildirəm ki, Orduxanın cavabını verdi. Boyunu yerə soxum dedi. Yəni sizin boyunuzu yerə soxum. O Qabil, sonra o Emin, nə bilim o Mehman. Ar olsun sizə, ayıb olsun sizə ki, Tovuzun adını batırırsınız. Tovuz rayon respublikamızda ən məşhur rayonlardan, ən belə qəhrəman rayonlardan biridir. Qərb bölgəsində görün, Tovuzun
Əlbəli kəndi var, Ağdam kəndi var. Sonra Əsrik kəndi. Sən deyirsən ki, mən Əsrikdərəm. Ağbaşlar, Ağbulaq kəndi var. Sonra Koxanəbi kəndi var. Bir dəfə sərhəddə gedibsən, getməyibsən. Ancaq sənin əmin orada icra nümayəndəsi olanda, ay Emin, ay Mehman, mən Dəmir, onun mavini vardı. Sənin əmin çıxmadı, adını çəkmirəm onun. İcra nümayəndəsi idi Ağbulaq kəndinin. Əsrikdən yuxarı yetsən də. O cəbhə xəttinə kimi dörd çıxmışam. Düz erməni ilə belə üzbəyiz dayanmışam. Gedib orada böyük bir qaya var idi. Arada belə yarğandı. Sən bir dəfə gedibsən oraya. Yəni bu rayonun, bu kəndlərin qəhrəmanlığı haqqında bircə dəfə, bircə kəlmə danışıbsanmı? Çünki sizə sərf eləmir. Yəni sizə dərin etirazımızı bildiririk. Sizin qohumlarınıza, dostlarınıza, yaxınlarınıza Azərbaycanda yer olmamalıdır. Düzdür. Bəzi adamlar deyir ki, qardaş-qardaşa cavabdeh deyil. O ayrı adamdır, mən ayrı adamam. Nə olsun ki? Ancaq belə bir hadisə olanda el arasında deyirik ki, bunun yiyəsi yoxdur mu? Bir gedək bunu başa salalar, deyirlər ki, yoldan çəkin ginən, belə olmaz. Biz bu dövləti də yaşayırıq, dövlətin çörəyini yeyirik, sən də burada böyüksən, buradan qidalanırsan. İndi gedib orada kiminsə yanında oturmuşsan, nə bilim, neyləmişsən, orada anlaqsız ruh həstə kimi ağlına gələni danışırsan. Özləri də deyir, ağılları çatmır bunların. Bunların düşüncəsində, baxışlarında, beyinlərində siyasi dezinfeksiya işləri aparmaq lazımdır. Siyasi cərrahiyyə əməliyyatı baxışlarında. İndi atalar bütün sözləri doğru, dürüst deyiblər. Ancaq bir məsələdə mən orada düzəliş eləmişəm ki, deyir ki, istəməyəni gözü kör olsun. Xeyr, istəməyəni gözü daha da yaxşı görsün ki, istəmədiyi məsələlər nə cür sürətlə inkişaf edilir. Günəşi görsün, ayı görsün, işıqlı gündüzü görsün. Desin ki, bax, gör nə qədər işıqlıdır. Ancaq gözü kör olanda bunların heç asını görmür, gərək görəsən, dərk eləsən. Biri var hadisəni görüb dərk eləsən, bir də var eşitib dərk eləsən. İndi bunu görən də var, görməyən də var, qəbul edən də var, belə şeylər də var. Ancaq ona görə də indi biz bu günləri burada çıxış edirik. Tez kimlərisə də örgədirlər ki, belə yazım, elə yazım. Bax, görürsünüzmü? Mən burada dövlətin milli maraqlarına uyğun olaraq çıxış edirəm. Azərbaycan prezidentinin siyasətinə uyğun olaraq. Yəni, Azərbaycan prezidentinin siyasətini dəstəkləmək, təbliğ eləmək məqsədi ilə xarici blogerlərin, tutaq ki, bağban bağa gedir və yaxud da ki,
agronom deyirik də, gedir bitkiləri yoxlayır, görür ki, hansısa yabancı hissəsi var, bitkinin inkişafını monitor edir, onu başlayır kəs götürür. Onda yaxşı agronoma desinlər ki, onu ne kəssin? İndi biz də cəmiyyətin inkişafına maneçilik türətmək, ağa qara demək istiqamətində, ölkəmizə qara yaxma istiqamətində, xarici blogerlərin, qabillərin, Elşadların, Eminlərin, sonra o mehmanların anti-Azərbaycan mövqələrini kəsib atmalıyıq, kəskin tənqid eləməliyik. Hər bir vətəndaş eləməlidir. Onlar Azərbaycan prezidentinin ailə üzvlərinə qarşı çıxış etməklə Azərbaycana qarşı çıxış edir, Azərbaycan xalqına qarşı çıxış edir. Oradan qabil ağzına gələni danışır, deyir, təhqir edici ifadələr, mən o ifadələri burada işlətmirəm. Ki, ay filan kəs xalq, ay filan kəs xalq. Bu söz sizə deyilir. Ay başı xarab, ay özünü dərk eləmən isə bağışlayayım. Sən özünü dərk eləsən, bu ifadələri işlətməsən, hə qabilsən, nəsən sən? Sən nə danışırsan? Deyirsən ki, bu Emin kimdir ki, bu Azərbaycan xalqını təmsil edir? Deyirsən ki, Azərbaycan xalqına deyir. Bu Azərbaycanda yaşayır, kimdir bu? Emin kimdir? Bir vətən xaini. Vətən xaini sən Azərbaycan xalqı adlandırırsan, o vətən xaini olmasa, durur, orada canlı yayım açır, utanmaz. Arvad, qadın paltarı girib qaçan adam, gizlənən adam, gəlib utanmaz canlı yayım açır. Özü deyir ki, o vaxtı Atatürk'e de hücum olanda, o da orada qadınlar olub, nə bilim, onların çarşabına bürülür. Özü deyir, bilmirəm, olub ya olmuyor. Görün, Türkiye Respublikasının qurğusuna, bahanəsinə, Atatürk kimi tarixi şəxsiyyətə bu adam qara yaxmadan belə çəkinmir. Bu emindir, kimdir bu? Ancaq mən Dəmir Qurbanlı, Türkiye Respublikasında prezident seçkiləri keçirilərkən geniş və əhatəli çıxış elədim. Türkiye Respublikasının tarixən Azərbaycan Respublikası ilə həmrəy olmasını və eyni zamanda cənab Rəcəb Tayyip Erdoğan'ın hakimiyyəti illərində cənab prezidentlə onun dostluğunun, qardaşlığının, Türk xalqı Azərbaycan dostluğunun daha da yüksək səviyyədə olmasının, gələcəkdə daha da yaxşı olması üçün və onun hakimiyyətinin mükəmmələndirilməsi naminə Türk müxalifətinə qarşı, Kemal Kılıçdaroğlu'na qarşı bir saatdan artıq çıxış eləmişəm. Və Türkiye mətbuatı, Türkiye'nin kütləvi informasiya vasitələri bunu dərc eləyibdir. Deməli, 2023-cü ilin 2 gün tarixində, bir gün tarixində, istəyirsən baxıram, Sabah qəzetində dərc olunub. 1.300.000 baxış keçirildi, baxış olub. Sən də deyirsən ki, mənim kanalıma belə baxdılar, elə baxdılar. O sənə qulaq asanlar, sənə rəy verənlər, dəstək verənlər də bu həyatı, bu cəmiyyəti, bu dövləti bu cür dərk edirlər. İndi 5 adam, 10 adam sənə münasib, sənə ağılda adamlar var. İndi bu barmağın keçən çıxışında da dedim, bu hamısı mənimdir, hamısı eyni ölçüdə deyil ki, eyni gücə malik deyil. İnsanlar da məsələn bu cür çıxışlara qulaq asırlar, hamısı eyni cürə dərk eləmir bunları. Məsələn, mən hörmətli Mehriban xanıma Azərbaycanın milli qəhrəmanı adı verilməsi haqqında təhlillər vermişəm, hələ 2012-ci ildə. 15 yanvar 2012-ci il. Budur, baxın. Bu qəzetləri mən ona görə gətirdim ki, mən Prezident cənab İlham Əliyevin, Mehriban xanım Əliyevanın fəaliyyətinin təbliği ilə məşğul oluram. Və eyni zamanda onların siyasi fəaliyyətini geniş və əhatəli təhlil edərək ailə çatdırılması istiqamətində iştirak aparıram və işlədiyim mətbu orqanda çox saylı çıxışlar eləmişəm. Ona görə də bunların ikisini üçünü gətirmişəm ki, fakt olaraq sizə təqdim eləyəm. Emin Hüseynov, Mehman Hüseynov. Sonra deməyəsiniz ki,
bu dəmiri kimsə də örgədib oraya çıxardı. Xeyr. Və görürsənmi, sən hələ siyasətindən olduğunu, demokratiyadan olduğunu 2013-cü ildə heç bilmirdin bəlkə də heç. Görürsən, mən ancaq 2012-ci ilin 15 yanvar tarixində xanım Mehriban Əliyevaya Azərbaycanın milli qəhrəmanı adı verilməsini təklif eləmişəm və dünya ölkələri xalqlarının bəşəriyyətin tarixinə dərindən səhifət edərək belə bir siyasi xadimə rast gəlinmədiyini bildirmişəm. Dünya ölkələrində, Böyük Britaniyada, sonra Fransada, İtaliyada, Amerika Birləşmiş Ştatlarında və sonra digər beynəlxalq təşkilatlarda olmuş qadın siyasətçilərdən onun fərqli və üstün cəhətləri haqqında çıxışlar eləmişəm. Baxın, 24 avqust 2019-cu ildə burada da çıxış eləmişəm. Hörmətli Mehriban xanım barəsində. Bu da bax, mənim şəkilim. Sonra 21-ci əsrin dünyəvi qadın siyasətçisi Mehriban Əliyeva. Buyurun. Bunlar hamısı gətirmişəm ki, siz deməyəsiniz ki, dəmiri kimsə də deyib ki, ged orada belə danış. 21-ci əsrin ən öncü dünyəvi qadın siyasətçisi Mehriban Əliyeva. Buyurun. Bu da burada. Ondan sonra Azərbaycan qadının siyasi obrazını dünya təqdim edən xanım. 21-ci əsr Azərbaycan qadını. Buyurun. Yəni bunları mən gətirmişəm. Xalqımızın milli sərvəti olan Mehriban xanım. Həqiqətən 21-ci əsrin ən görkəmli, bənzərsiz dünyəvi qadın siyasətçilərindən biri olaraq Mehriban xanım yüksək səviyyəli diplomat xanımdır. Xoşbəxt gələcəyə doğru aparan əvəz olunmaz tarixi şəxsiyyətdir. Xalqımızın milli sərvətidir Mehriban xanım. Budur, baxın. Bir səhifə yazmışam. Ay Emin. Gözün yaxşı görürsə bax ki. Bax, bax. Bu da mənim imzam burada. Ha, gördüyüm bir səhifə. Yazmışam, sən deyə bilməzsən ki, dəmiri kimsə də örgədib, çıxardıb ki, orada sən burada Mehriban xanım haqqında danış, sizi tənqid edim. Xeyr, mən sizin tənqidinizlə görün neçə ildir məşğulam. Yəni, bu mənim vəzifəmdir. Nətər ki, mən də siyasi aqronomam da. Görürüm ki, bizim siyasətə qarşı kim çıxış eləyir, mən onu kəsib atıram, zibilliyə gedir. İndi sizin hər birinizi kəsdim, attım zibilliyə. Yandırdım, getdiniz. Sizi ən ağır cəza gözləyir. Çünki vətənə xəyanət eləmək ən ağır cinayətdir. Vətənə xəyanət edən şəxsi doğma qardaşı da olsa belə bağışlamaq olmaz. İki qardaş yığışırsınız, baş-başa verirsiniz. Nə istəyirsiniz cəmaatdan? Nə verib ala bilmişsiniz? Prezidentin ailə üzvlərinin sənin nə işin var? Tanıb ölürsən mi? Tan öl yerə girdilər. Orada o orduxana biri dedi, bizim mətbuatçısıydım, yoxsa kim isə orada çox gözəl dedi. Dedi, tan öl yerə gir, boyunu yerə soğun. Nə qələt edirsən, dedi burada sən. Nə edirsən burada? Vətənini, ölkəni buraxıb. Nə gedib ölkəndə çalışmışsan, istəmirsən, gəl burada satqınlıq edirsən. Yəni ki, sizin hər biriniz bu istiqamətə köhlənibsiniz. Ki, elə balam hey deyib, balam hey durursan, aşıq kimi. Belə şey olmaz, belə şeylərə dözmək olmaz. Yəni ki, Emin Hüseynovun, Mehman Hüseynovun qohumları bugün vəzifədədirlər. Onlar vəzifələrindən kənarlaşdırılmalıdırlar. Niyə susurlar? Tovuz rayonunda nə qədər idarə müəssisələr var, uşaq bağçaları var. Uşaq bağçaları, məsələn, bu Dönü Qırğı bağçası yalandan efirə buraxdı ki, güya bunu gəlib saxlayıblar. Tüm kütləvi informasiya vasitələrinə verildi. Sonra yayıldı hər yerə. Təcil yardıma zəng olundu ki, burada hadisə baş verir filan. Gəlib küçənin yanından qaytarırlar ki, çıxın gedin, heç də olmaz. Heç də yoxdur. Yəni sürücü bunu mənə danışıb. Sonra kənd cəmaatı danışır ki, sürücülər geri qayıtdı. Dedi ki, nəyə görə qayıdırsınız? Dedi ki, bizə indi zəng gəldi ki, qaydın, heç də yoxdur. Yəni bunlar uşağın ərzaqını satıb kiməklə məşğuldular. Ancaq bizim gələcəyimiz olan uşaqların əqli, psixi
ruhi inkişaf üçün, fiziki inkişaf üçün heç bir tədbir görmürlər. Mesela Şahilə Bağırova var. Mən dəfələrlə çıxış eləmişəm. Dəfələr onun haqqında adiyyatı orqanlara şikayətlər yazmışam. Heç bir tədbir görülmür. Ancaq bu, yəni demək istəyirəm ki, bu idarələrə, rəhbəri, şəxslərin işi peşəsi dövlətin əmlakını özünkiləşdirməkdən ibarətdir. Ancaq dövlətə qarşı bir çıxış olanda heç kim səsini çıxarmır. Deyək, birdən mənə söyər, birdən mənə təhqir edici ifadə işlədər. Bura söyüşləyəndilər. Sən ölkənin prezidentindən, ölkənin daxili İşlər nazirindən, baş prokurorundan, sonra təhlükəsizlik xidməti rəisindən artıqsan sən. Sən prezidentin ailə üzvlərindən artıqsan. Hər bir şəxs onlara qarşı nifrətini bildirməlidir, etirazını bildirməlidir. Peki mənim adıma yazılmır ki bu. Yəni ki, düzdür, başqa rayonlardan çıxış edənlər var. Ancaq Tovuz rayonuna mənə rast gəlmir heç. Məsəl üçün, Lənkərandan var, Səfir Əmsədə adı Rəşad Əliyevdir. Çox sağ olsun, buradan ona minnəttarım bildirəm ki, onların layiq olduğu cavabları verir. Ancaq mən heç vaxt təhqir edici ifadə işlətməmişəm və bugün də işlətmək məqsədim yoxdur. Yəni demək istəyirəm ki, bu blogerlərin anti-Azərbaycan təbliğatlarının mənbəyində, əsasında o durur ki, Azərbaycan rəhbərliyinə qarşı kəskin fikirlər formalaşdırsınlar, əks fikirlər formalaşdırsınlar. O da qeyri-mümkündür. Göz görər deyir, könül sevər. Göz gördüyünü, beyin qəbul etdiyini sən heç kəsə danışdıra bilməzsən. Düzdür, hər bir ölkədə problem var. Mesela Amerika Birləşmiş Ştatlarının az qala 3 illiyə qədər ki tarixi var. Yəni Fransa Respublikasında da, Böyük Britaniyada da var. Görürsən, Fransada fermerlər tətil edilir, maşınlarla yolları kəsirlər. Onlardan ne danışmışsınız, ne yazmışsınız? Elə yapışırsınız Azərbaycandan. Çünki siz o məqsəd üçün gelibsiniz. Yəni ki, bu cür hərəkətlərə tamamilə yol verilmək olmaz. Yəni, eyni zamanda Mehriban xanım Əliyevanın xalqımız, dövlətimiz qarşısında müdrik rəhbərimiz Heydər Əliyev siyasətinin dünyəviləşdirilməsi istiqamətində və eyni zamanda dünyada Xocalı soyqırımının tanınması istiqamətində erməni lobbilərinin anti-Azərbaycan mövqelərinin darmadağın edilməsi istiqamətində siyasi ideoloji müharibədə göstərdiyi qəhrəmanlığı, igidliyi, cəsurluğu, döyüşkənliyi və bu xəttin davamı olaraq 2-ci Qarabağ müharibəsi illərində Azərbaycan prezidenti ilə birgə bu istiqamətdə məqsəd yönlü tədbirlərin həyata keçirilməsində, Azərbaycan Respublikasının ərazi bütövlüyünün sürətinin təmin edilməsində xüsusi xidmətlərinə yüksək qiymət verərək onun 60 illik yubileyi münasibəti ilə ona yazdığım təbrik məktubunda qeyd eləmişəm ki, müasir müstəqil Azərbaycan Respublikasının qurucusu banisi Heydər Əliyevə, onun siyasətinin ən layiq davamçısı Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrimiz Ali Baş Komandanı cənab İlham Əliyevə, Azərbaycanın milli qəhrəmanı, Vətən müharibəsi qəhrəmanı, milli marşalı, ordu generalı, General Simusu rütbəsində, xanım Mehriban Əliyevə isə Azərbaycanın milli qəhrəmanı, qadın milli marşalı rütbəsində Qarabağımızın ən yüksək nöqtəsində, hər bir güşəsində heykəlləri ucaldırsın. Yəni, bunların xidmətləri çox əvəzsizdir, yüksək səviyyədədir. Yəni, mən bunları təhlif eləmişəm, ona görə də bugün mənim borcumdur ki, gələm sizi tənqid eləyəm, sizə tənqidi fikirlərimi bildirəm. Yəni ki, bu yoldan əl çəkməlisiniz. Sizi bu yoldan əl çəkdirməliyəm mən. Tüm vətəndaşlarımızın fikri bundan ibarətdir ki, düzdür, sizi ağılda olan insanlar, sizə yaxın olan insanlar çıxma şərtilə ki, siz bu yoldan çəkinəsiniz. Nə oldu ki, Əli Kərimov həbs olunan kimi, sonra Tofiq Yağufun nədir o həbs olunan kimi, Xalq Cəbhəsi adı altında təxribatçı ünsürlərin həbsindən sonra
və Nəvə Heydər Əliyevin dövlət tədbirlərində iştirakından sonra siz bu təxribatınızı daha da genişləndirdiniz, gücləndirdiniz. Əgər yadınızdan çıxmayıbsa, hələ mən 1998-ci ildə yazmışam ki, siz demokrat yox, təxribatçısınız. Mən Əli Kərimova yazmışam bunu. Əli Kərimov bu adamların hər bir təxribatın başında durur. Faktlar bunları təsdiq edir. Yəni bunlar yarandığı gündən Azərbaycan Xalq Cəbhəsi adı altında təxribatçı unsurların, vətən xainlərinin cəmləşdiyi bir qurumun fəaliyyətə başladığı və hakimiyyətə gəldiyi və sonraki illərdəki fəaliyyətinin biz məntiqi nəticələrini görmüşük. Azərbaycanda qarşıdurmanın dərinləşməsi 90-cı ildən 93-cü ilin 15-i gün tarixi qədərki dövrdə və ondan sonraki dövrdə xalqla iqtidar arasında, yəni müdrik rəhbərimizin hakimiyyətə gəlişindən sonra çox süni hərəkətlərə yol verərək Azərbaycanın qüdrətlənməsinin qarşılanmaq məqsədi ilə təxribatlılar törətmələrinin, dövlət çevrəsi cəhdlərin həyata keçirilməsini biz görmüşük. Və bu da bugün də onun davamıdır ki, həqiqətən bunlar təxribat törətməklə, xarici kəşfiyyat orqanlarının, əsasən də Rusiyanın dəstəyi ilə. Çünki Rusiya kimi dövlət Azərbaycan kimi inkişaf eləmiş qüdrətli dövlətin mövcud olması ilə, dünya miqyasında müstəqil siyasət həyata keçirilməsi ilə barışa bilməyən ölkələrdən biridir. Bunu faktlar sübut edir. Təcavüzkar ölkənin silahlandırılması, hələ atəşkəs dövrünün sonraki illərdə və indinin özündə orada hərbi bazanın yaradılması, saxlanılması, 5000-dən çox əskərin saxlı qüvvənin olması və digər istiqamətlərdə. Yəni ki, Mehriban xanım Əliyeva orada Münxendə çox dəyərli, çox tutarlı Eminə cavab vermişdir. Emin özündə olsa, özünü dərk eləsə, o bir kəndir tapar, özünü asar. Və hətta dizini verə qoyar, sürünə, oradan buraya Azərbaycana gələr ki, mən çox səhv eləmişəm, siz məni ayıqdınız yuxudan. Mən həqiqətən, sən gör, indi Azərbaycan qadınına bunlar ləkə yaxırlar. Sən qadının özündən yox, paltarından istifadə edib özünü xilas edibsən. Güya ki də, indi deyirsən məni tutarlar, ya niyə eləyərlər. Gör, indi sən Azərbaycan qadınına qarşı nə fikirlər yağdırırsan, sənin o qardaşın, beynamız, beyqriyyət qardaşın, vətənə xəyanət etmiş qardaşın, o mehman, satqınlar, kiminsə diktəsinlə Azərbaycan prezidentinin ailə üzvlərinə, Azərbaycan qadınına, Azərbaycanın qeyrətli qadınlarına qarşı siz bu fikirləri yağdırırsınız. Azərbaycanın qadınları çox qeyrətli qadınlardır. Yəni, Azərbaycan qadınları dünyada nümunədir. Kimsə yolunu azıb bir nəfər, iki nəfər onu bütün Azərbaycana aid eləmək olmaz. Yəni, sizi kimi şəxsləri. Ta ki, sən də Tovuzdansan, mən də Tovuzdanam. Sən dediklərini mən demirəm axı. Ben sənə qarşı çıxış edirəm ki, mən Azərbaycanın mövqeyini müdafiə edirəm. Milli maraqlarımızı müdafiə edirəm, qoruyub möhkəmləndirirəm. Ölkə prezidentinin siyasətinə dəstəyimi ifadə edirəm. Ancaq sən Azərbaycan prezidentinin siyasətinə qarşı çıxış edirsən ki, xarici ölkələr Azərbaycanda və eyni zamanda sizə dəstək verən, Ramiz Beytevin tör töküntüləri olan, mikro Ramiz Beytevlərin Azərbaycanda güclü hakimiyyətin olmasını istəmirlər ki, gələcəkdə də eyni zamanda daha da güclü hakimiyyət formalaşsın Azərbaycanda. Nəvə Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə. Yəni, bu qüdrətli dövlət qüdrətlənə, inkişaf eləyə, dünyaya qovuşa gedir. Dünyanın nəzər diqqətini cəlb eləyə, irəli gedir. Yəni, dünyada ərazi baxımından, əhali baxımından, digər ölkələrdən, kiçik ölkə də olsa, dünyada ən böyük söz sahibi Azərbaycandır. Dünyada hamı Azərbaycanla razılaşır. Dünyanın lideridir İlham Əliyev. Dünyanın ən güclü siyasi xadimidir. Mehriban xanım Əliyeva dünyanın ən önüncül beynəlxalq miqyaslı siyasi xadimidir. Qadın siyasətçiləridir. Məsələn, Amerikanın tarixində mövcud olmuş
Hillary Clinton ölkənin 8 il birinci xanımı, 4 il dövlət katibi olub. Gördük 2016-cı seçkilərində uduzdu Donald Trump'a. Ben onu kəskin tənqid eləmişəm. Dövlət katibinə ismarıc. Yəni onun ermənipərəst mövqeyini, anti-Azərbaycan mövqeyini kəskin atəş etmişəm, tənqid atəş etmişəm. Mətbuat vasitəsilə və eyni zamanda Amerika Birləşmiş Ştatlarının prezidentinə bağlandırmışam etirazımı. Ben bu işləri görə mən bugün sunağa haqqım çatır mı? Çatmır. Həkim xəstəliyə qarşı mübarizə aparır. Hüquq mühafizə orqanları vətəndaşların hüquqlarını qorunma möhkəmləndirilməsinə, biz mətbuat orqanları, vətəndaşlar, dövlət siyasətinin təbliğatçıları, dövlət siyasətinə qarşı duran, Azərbaycana qarşı qarahmə kampaniyası aparan şəxslərə qarşı mübarizə aparırıq. Emin kimi özünü dərk eləməyən, Mehman kimi anlaqsız ruh xəstələrə qarşı, sonra o Qabil kimi əxlaqsız ifadələr işlədən, özünə məxsus tərzdə Azərbaycana qarşı qarayaxma kampaniyası aparan Mehman kimi anlaqsız ruh xəstələrə qarşı biz ciddi mübarizə aparmalıyıq. Onları tamamilə zərərsizləşdirməliyik. Onların adından Azərbaycan adı silinməlidir. Onlar Azərbaycanlı deyirlər. Onlar Azərbaycana lazım gəlmirlər. Onlar Azərbaycanı sevməyən qüvvələrə xidmət edir. Əgər Azərbaycana xidmət eləsələr idi, həmin ölkələrdə baş verən hadisələri qeydə alardılar, onları da işıqlandırardılar. Niyə? Siz gedib orada oturursunuz, sabahları həmin ölkələr özü sizin tədbirinizi görəcəklər. Bizə ehtiyac qalmayacaqdır. Deyirlər, siz vətən xainisiniz, satqınsınız, öz ölkənizi gəlib bizim yanımıza bizə satırsınız. Bizim pulumuza tamamınızı salırsınız, bizim çörəyimizi yiyirsiniz, ermənilik kanyakından içirsiniz, başlayırsınız çəklamağa. Burada yuxu yozmalar danışırsınız. Bu sizə yaraşar mı? Yaraşmaz. Ona görə də sizin yəyələriniz, əmləriniz, dayılarınız, qohum əqrabanız sizin dərsinizi verməlidirlər, başa salmalıdırlar. Onlar ne gizlənirlər, niyə çıxıb bir kəlmə söz demirlər? Niyə sizi başa salmırlar ki, ay Mehman, ay Emin, ay Qabil, özünü yığışdır ginən, ağlını başına top elə ginən. Sənin qandallı gətirəcəklər Azərbaycana. Sən onda səsin çıxmayacaqdı onda. Deyirlər ki, dedikləri buradadır. Yaxşı, nəyə görə Ramiz Beytevə yaxın olan şəxslər, mikro Ramiz Beytevlər deyirəm mən onlara, Eminin, Mehmanın qohumu olan, yaxın qohumu olan Tovuz rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Rəşad Zeynalov bu vəzifədə işləyir. Nəyə görə bunu vəzifədə saxlayırlar? Mən dəfələrlə bu barədə çıxışlar eləmişəm, demişəm. Və ona görə də fürsətdən istifadə edərək cənab İlham Əliyevə, Azərbaycanın birinci vitse-prezidenti xanım Mehriban Əliyevə müraciət edərək xahiş edirəm ki, Emin Hüseynovun, Mehman Hüseynovun ən yaxın qohumu olan Rəşad Zeynalovun Tovuz rayon İcra Hakimiyyətinin başçı vəzifəsindən azad edilməsi üçün aidiyyatı orqanlara göstəriş verəsiniz, onun vəzifəsindən kənarlaşdırılmasını, cinayət məsuliyyətinə cəlb edilməsini təmin edəsiniz. Onun Dövlət Sosial Müdafiə Fondunda işlədiyi 4 il müddəti yoxlanılsın və eyni zamanda 2019-cu ilin 25-i noyabrdan 26 noyabra keçən gecə sərxoş vəziyyətdə xidməti minik avtomobili ilə xidməti ərazidən kənarda ağır yol qəza hadisəsi törədərək 2 nəfərin ölməsinə səbəb olaraq və xidməti minik avtomobilini yararsızlığa saldığına görə onun barəsində cinayət başlanmalıdır. Yəni bu hadisəni Baş Dövlət Yol Polisi İdarəsinin mənə verilən məlumata görə üstəntikləri məhrum sürücünün adına yazıblar. Bu sükanın arxasında da bu oturub sərxoş vəziyyətdə. Maşını idarə edir cənab prezident. Və bunu sizə məlumat üçün çatdırıram ki, həqiqətən bu adam bu cür cinayətlərə yol verib və bugün vəzifədə oturur.
Emin de orada ölkə prezidentinə qarşı, sizə qarşı, Azərbaycan xalqına qarşı, Azərbaycanın müstəqilliyinə qarşı, dövlətçiliyinə qarşı, milli maraqlarımıza qarşı oradan əks fikirlər yağdırır, təhqirici ifadələr səsləndirir. Azərbaycan xalqının milli mənəvi dəyərlərinə qarşı çıxır. Milli mentalitetimizə yaraşmayan hərəkətlərə yol verir. Bu adam da burada susur. Bu deməkdir ki, yəni bu adam Mehmanın, Eminin, Qabilin hərəkətlərindən razılaşır. Susmaq deyirlər ki, razılıq əlamətidir. Ona görə də Cənab Prezident, sizdən bir daha xahiş edirəm ki, bu məsələ dərindən araşdırılsın və Rəşad Zeynalovun vəzifədən azad edilməsi istiqamətində çox lazımlı tədbirlər həyata keçirilsin. Yəni ki, bunların hər birinin çox böyük tarixi əvəz olmaz əhəmiyyəti vardır ki, onlar da görsünlər ki, bu cür hərəkətinə görə bunu qohumunun vəzifəsindən azad elədilər. Və Cənab Prezident də deyir ki, həmişə kimin ki qohumu, əqrəbası qanun tələblərini pozur, kiməsə darxalanır, o cəzalandırılacaqdır. Və Rəşad Zeynalov niyə cəzalandırmadı? Niyə cəzalanmamışdır? Və Əsrik kəndində deyirlər ki, maşınla gələndə onun bir sevgilisi var deyirlər, adı Tərşik adı nədir? Zəng eləyib ki, gəlirsən, gəlmirsən əzizim. Bu da əlinlə arvadı yoldaşı da rəhmətli arxadan deyib ki, məndən utanmırsan mı sən onunla danışırsan? Bu da əlini belə eləyəndə, arvadı yumruqlayanda yoldaşını, rol əlindən çıxır. İndi uşaq gəlib danışıb. Kim danışıb? O mənə kətdə öz qohumları danışıbdır. Yəni, mən bunu çoxdandan bilirəm, harasa 5 il, 6 il deyil. Yəni, indi də bunları səsləndirirəm ki, Emin Hüseynovun, sonra Mehman Hüseynovun, Qabil Məmmədovun qohumları cəzalandırılmalıdır. Onlara yaxın olan şəxslər, ona dəstək ifadə edən şəxslər cəzasız qalmamalıdır. Və burada bizə təhqir ifadəsi yazdıran, bizim dediklərimizə qarşı çıxan şəxslər aşkar edilərək məsuliyyətə cəlb edilməlidirlər. Çünki bu ifadələri də Rəşad Zeynalov kimi şəxslər, Təranə Bayramova kimi şəxslər yazdırırlar. Və digər şəxslər, yəni Mehmana pas ötürənlər, sonra Eminə pas ötürənlər, Qabilə pas ötürənlər yazırlar. Bunlar araşdırılsın və onlar haqqında tədbir görülsün. Mən Azərbaycan vətəndaşı olaraq, media nümayəndəsi olaraq, Prezident Cənab İlham Əliyevin siyasətinin təbliğatçısı olaraq tələb edirəm ki, və ölkə rəhbəri ilə Azərbaycan Respublikasının hüquq mühafizə orqanları rəhbərlərində, Daxillər Nazirimizdən, Baş Prokurorumuzdan, Təhlükəsizlik Xidmətinin rəisindən ki, xaricdə bloger adı altında gizlənərək Azərbaycana qarşı xəyanətkar mövqedə olaraq bugün Azərbaycanın milli maraqlarına qarşı çıxışlar edən, milli mənəvi dəyərlərimizi tapdalayan, Azərbaycan xalqına qarşı qaraxma kampaniyası aparan, dövlətçiliyimizə qarşı çıxış edən Emin Hüseynov, Mehman Hüseynov, Qabil Məmmədov həbs edilərək Azərbaycana gətirilsin və onlar haqqında çox ciddi tədbirlər görülsün. Lazım gələrsə, mən də gedər onları gətirərəm orada, sürə-sürə gətirərəm onu. Onları, o bağışlayın, o itin leşini sürürləri, onun kimi sürə-sürə gətirir. Nə ki, onları təyyarəyə mindirəsən, maşinə mindirəsən. Yəni, onlar ona layiq deyirlər. Çünki onlarda kişilik qiriyyət deyilən şey yoxdur. Namus deyilən şey yoxdur. Namus qiriyyət olsa, kimsə də namusundan, qiriyyətindən danışmazlar. Bu kişi deyil o. Kişinin həyat yoldaşından danışmaz. Kimliyindən asılı olmayaraq. Kişinin namusuna doğru belə baxmaz. Çünki namuslu insanlar elədir. Beyqiriyyət insanlar belədir. Qabil kimi beyqiriyyətdilər bunlar. Sonra Emin kimi, nə bilim o, Mehman kimi. Ağzına gələndə adama da oxşamır heç. Deyirsən, belə baxırsan, deyirsən ki, bu adamdım ki. Mən deyir, əsirliklərəm, mən Tovuzdanam. Sən hardan Tovuzdan oldun sən? Tovuzun adına ləkə yaxırsan, sən onu bilirsən. Biz Tovuzcular səni qəbul eləmirik Tovuzlu kimi. Bu sənin qohumları səni nə cür qəbul edirlər? Bax, bunlar belə nəticə çıxarmaq olur ki, bunlar bəzi adamları mən nəzərə tuturum, bəzi o vəzifəsini qoruyan şəxslər. Beləcə də bunlar sualın ağzını açıblar, beləcə sualı doldurmaqla məşğuldurlar. Vəzifəsincə qoruyun. Burada oturub Rəşad, bulana. Rəşad, sən o
Qəhrəmanlar Parkında yeri satıbsan, gedib orada o mənə verilən məlumata görə dirənib ora o İkinci Dünya Müharibəsində şəhidlicə vəsfət etmiş qəhrəman oğullarımızın abidəsinə. Sən getdin Daşçınqıl karxanasında icra başçısı məzuniyyətdə getdik o karxanada çardağı sökdün dağıtdın. Sən kimsən gelib çardaq söküb dağıtırsan? Sən sahibkarı işləməlisi törədirsən. Öz maddi marağın güdülmək şərti ilə. Sən kimsən məhkəmənin qərarı olmadan gedib Eyful kəndində Daşçınqıl karxanasının çardağını dağıtırsan. Deyirsən qanunsuz. Nə qanunsuzdur? Heç bir qanunsuzluq burada aşkar olmamışdır. Yəni onu demək istəyirəm ki, burada yəni demək istəyirəm ki, tamamilə yalan olan məsələlərdir. Yəni Daşçınqıl karxanasında olan çardağı gedib sökür bu adam. Məhkəmənin qərarı olmadan, bir iddia qaldırmadan. Sən nə olsun icra başçının birinci müavirisən? İndi başçı sağ olsun, başçı da istirahət eləməlidir, onun da istirahət eləmək hüququ var. İstirahət edib, sən buradan başına bir dəstə sürahçı yığıb gedib sən orada çardaq sürürsən. Sən Elman kimi, bu karxananın rəhbəri, Elman müəllim kimi bir qiriyyətli oğul ol, ondan sonra get çardaq sürgünə. Mən sənə simarış elədim ki, çardağı ona denən ki, söyməsin. Dönük Qırğıncar nümayəndəsinə dedim ki, hey, Gestapo ona zəng elə. Denən ki, söymənən oruyu, səni sökəcəm səni. Yaxşı, sən indi niyə mehmanın evini söymürsən? Niyə söymürsən onları? Niyə demirsən ki, ay əmi oğlu, ayıbdır. Yaxşı, mən burada oturmuşam, sən mənə söyürsən. Sən öz əmin qızına, rəhmətli əmin qızına söyürsən. Sən bütün Azərbaycan xalqını təhqir edirsən. Bütün dünya baxır. Niyə səsini çıxarmışsan Rəşad Zeynalov? Rəşad Zeynalov, mən prezidentin qəbuluna kimi gedirəm sənin barədə. Sən nəyə görə vəzifədə oturursan? Səni kim saxlayır vəzifədə? Sən getməlisən, çıx getkin oradan. Sənin o sevgilin var, tərənə. Çağırdın Ədil Həsənovu. Mən qəzetdə çıxış eləmişdim, səni tənqid eləmişdim. Tənqidə görə təhqir qadağandır. Təqib qadağandır. Konstitusiyanın 57-ci maddəsini Rəşad Zeynalov, get yaxşı oxu günah. Oxumaq nə yoxu, bir süre üzərində bir fikirləş günah. Məhkəmə yazdırdım ki, dəmiri məhkəməyə verə tutturaq. Mən dövləti müdafiə elədiyimə görə, təbliğ elədiyimə görə sən məni məhkəməyə verdirsin. Mən prezidentin tapşırığı yerinə yetirdiyimə görə, ölkənin prezidenti deyir. Mən deyir, bəzi hallarda, bəzi məlumatları mətbuatdan əldə edirəm. Düzdür, mənə çox yerdə məlumatlar verilir. Bəzi hallarda deyir, mətbuatçılar özləri də bilmədən mənim köməkçilərimdir. Azərbaycanda söz azadlığı, mətbuat azadlığı imkan verməyəcək ki, kimsə qanun pozuntusuna məşğul olsun. Mətbuatçılar özləri də bilmədən mənim köməkçilərimdir. Yəni bu mətbuatın 135 illiyində Cənab Prezident çıxış elə bunları qeyd elədi ki, mən bu cür fəaliyyətinizə görə sizə minnətdaram. Deyən mətbuatçılar da minnətdarlığını bildirdi. Yəni biz bunları təbliğ eləməyə borçluyuq, deməyə borçluyuq. Yaxşı, indi getdim o Drabilkada çardağı söktün, əlinə nə gəldi? Sana nə verdilər? Nə verdilər sana? Sən mənim haqqımda məhkəməyə ərizə yazdırdın ki, dəmiri tutaq. Mən prezidentin, yenə də deyirəm, tapşırığıdır. Birbaşa mən Cənab Prezidentin tapşırığı və göstərişlərine uyğun olaraq Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ən əsası Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə uyğun olaraq ölkə prezidentinin siyasətinə uyğun olaraq milli maraqlarımıza, dövlətçilik maraqlarımıza uyğun çıxışlar edirəm. Mən cibim üçün çıxış eləmirəm ki. Mən dövləti müdafiə elədiyimə görə məni məhkəmə verdirdin. Əlaqə nə gəldi? Ancaq ki, qanun şahlığını sübut elədi. Rəşad Zeynalov, sənin şahlığın, sən şah deyilsən. Qanun dedi ki, sən şah deyilsən, şah mənəm. Görürsənmi? Mən
Sən kimsən ki, Dəmiri həbs elətdirmək istəyirsən, tutturmaq istəyirsən, cərimə yazdırmaq istəyirsən? Mən burada durmuşam. Qanun hər bir vətəndaşın yanındadır. Bizim hüquq mühafizə orqanlarımız hər bir vətəndaşın təhlükəsizliyinin keşindən aks-sak dayanıb. Bu cümlədən polisimiz, sonra məhkəməmiz, prokurorluğumuz və digər orqanlarımız, təhlükəsizlik xidməti orqanları. Yaxşı, sən burada nə hegemonluq edirsən, nə özündən çıxırsan. Yəni, mənə yer eləyən nədir? Sən bu Elman müəllim mənim hakimlə bir kəlmə sözümlə 15 kamaz daşçımıl verir mənə. Mən gedib şəhidin adı olan küçələri düzəltdirmişəm. Şəhidin məzarına gedən yolları düzəltdirmişəm. Çox sağ olsun buradan mən hörmətli Elman müəllimə dərin təşəkkürümü və minnətdarımı bildirirəm. Yəni ki, belə oğulları qiymətləndirmək lazımdır. İndi sabah deyəcəksən ki, sana görə Elman mı deyib ki, get belə danış? Xeyr. Elmanı mən görməmişəm. Elmanı mən bəlkə də 3-4 ildir görmürəm. Bir dəfə zəng eləmişəm ki, bulan şeylər lazımdır, deyim, sana qurban da gəl apar. Yəni ki, belə işlər var. Yəni ki, Rəşad Zeynalov, sən indi bu Emin haqqında, sonra bu Dəli Mehman haqqında, bizim kətdə bir Dəli Mehman var idi. Toşun onu kim idi? Gəlirdi, araqdan sirb zibilxanada zadda yatırdı. İndi onlar da gedib orada bir həyat yaşayırlar. Ancaq efirə çıxanda özləri xalqa, millətə göstərir. Güya bunlar zəhli-düzəhli, bunlar yağbal içində. Yəni, sən bunların haqqında nə tədbir görmüşsən? Görürsən, ölkə prezidenti haqqında, ölkənin birinci prezidenti haqqında, vitse-prezidenti haqqında qarayağma kampaniyası aparır. Yaxşı, bu Mehriban xanıma qarşı bu cür hərəkətlərə yol tutar, prezidentə qarşı, onun ailə üzvlərinə qarşı. Və sən onda nə düşünürsən bu haqda? Yaxşı, sənin cavabın verilməlidir, Rəşad Zeynalov. Sənin cavabın verilməlidir. Sən vəzifəndən getməlisən, cinayət məsuliyyətinə cəlb olunmalısan. Ki, sən Emin kimi şəxslərə cavab vermirsən. Sən dövləti kim müdafiə edir, onu məhv eləməyə çalışırsan, kim dövlətə qarşıdır, onu müdafiə edirsən, o sustursan. Yaxşı, mən dövləti müdafiə edəndə, sən haqqında tənqidi fikir yazanda, niyə kirpişdirmadın? 7 aydan sonra qazeti çıxartdırdın, tərişqi ilə birləşdin, tərişqanın otağında, sevgilimin otağında. Başladın, ədildə örgətdin, o mətləb dinlədin, onu da yazdırdın. Heç yazdır, indi Emin haqqında yazdır da. İndi kimisə də örgət, qoy çıxsın, Emini biyab eləsin. Mehmanı biyab, çünki sənin əmin uşaqlardır. Atanla doğma əmin uşağıdırlar bunlar. Sonra sənin, Allah rəhmət eləsin, rəhmətli həyat yoldaşı, dost doğma əmsi oldu, Mehmanla Emin. Yəni, sizin nəslinin bir qolu gedir Zeynalov, bir qolu gedir Hüseynov. Yəni, tamamilə dəqiqliyi hamısı araşdırmışam. Ona görə də siz bilməlisiniz ki, Azərbaycanda heç kəs milli maraqlarımıza zidd olan hərəkətlər etməklə heç nəyə nail ola bilməzlər. O ki, qaldı Əli Kərimov. Əli Kərimovun həbs olunmasından sonra bunlar daha da başda Əli Kərimovla Mehman dostdur, Emin dostdur. Onların sözünü deyir, onların təbliğatını aparır. Yaxşı, mən dəfələrlə çıxış eləmişəm ki, Xalq Cəbhəsi adı altında heç bir şey, heç bir cəmiyyət fəaliyyət göstərə bilməz. Ona görə ki, Azərbaycan Respublikasının konstitusiyası Azərbaycan dövlətinin siyasi sistemi ilə ziddiyyət təşkil edir. Yəni, bax, Azərbaycan Respublikasının konstitusiyasının 1-ci maddəsi yazılır ki, Azərbaycanda dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. 2-ci maddədə yazılır ki, xalqın suveren hüquqları. Xalq öz hakimiyyət formasını özü formalaşdırır, seçkiler yolu ilə, referendum yolu ilə. Sonra 4-cü maddədə qeyd olunur ki, Azərbaycanda xalqı təmsil etmək hüququ, xalqın seçdiyi
səlahiyyətli nümayəndələrdən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və müraciət etmək hüquqları yoxdur. Sonra 5-ci maddədə yazılır ki, Azərbaycan xalqı vahiddir, bölünməzdir. Azərbaycan xalqının vahidliyi Azərbaycan dövlətinin təməlli təşkil edir. Və 7-ci maddədə göstərilir ki, Azərbaycan Respublikası hüquqi, demokratik, unitar respublikadır. Belə olan halda Xalq Cəbhəsinin nə ehtiyac var? Yəni bu hakimiyyətə qarşıdır, Azərbaycan Respublikasının konstitusiyasına qarşıdır. Böyle bir cəmiyyətin mövcud olması. Mən dəfələrlə bu barədə çıxışlar eləmişəm. Bunlar təxribatçı unsurlardır. Bunlar xalq cəbhəsi deyil, xalqın cəbhəsi deyil. Xalq cəbhələri müstəmləkə və yarı müstəmləkə ölkələrində yaradılır. Xalqları müstəmləkə boyundurumundan çıxartmaq üçün. Biz bunları keçmişik, bilirik. Yəni bu cəbhələr olacaq. Ancaq Azərbaycanda cəbhə adı altında təxribatçı unsurları cəmləşdiriblər və təxribatı həyata keçirmək, Azərbaycanı parçalanmaq, Azərbaycanda ictimai siyasi stabiliyi pozmaq, Azərbaycanın işğallı ermənilər tərəf sürəklənməsini təmin etmək, Azərbaycan adlı dövlətin xəritəsinin silməsi istiqamətində işlər aparmaq. Tüm bunların fəaliyyətində bu öz təsdiqini tapmışdır. Yaxşı, belə bir şəxsi siz nə cür müdafiə edirsiniz? Emin Hüseynov, sonra Mehman Hüseynov, Qabil Məmmədov. Dolayısıyla çox vaxt adını çəkmirsiniz, ancaq məqsəd onların müdafiəsini yönəldilmişdir. Yəni, onları deyə bilmirsiniz ki, nə əsasla tutursan, nəyə görə tutursan. Burada dövlət çevrilişəcət var, hakimiyyətin əldə edilməsi var, zəbt olunması məsələsi var, Ramiz Mehdievin əlaqələri var. Və görürsünüzmü, indi mən belə çıxışlar eləyirəm, ta ki, mənə qarşı da nəsə təşkil edirlər. Məsəl üçün deyib, sən bunu yaz, sən onu yaz, sən onu deyib. Görürsən, bu Rəşadın haqqında belə danışır, Təranənin haqqında belə danışır. Əli Kərimin belə elədi, filan kəsi. Bax, belə. İndi burada yazır, nefti mənimsiyib. Bax, o vaxtı 90-cı illərdə, 91-92-ci illərdə sərhəd boyu ərazilərdə Əli Kərimov benzin satdırırdı burada. Benzinlər gedirdi maşınlarla. Biz onda hələ cavan uşaqlar idik. Yəni, bunun hamısını deyirlər ki, filan seslə geçdi Əli Kərimov'unda. O deyirdi ki, bu Pənahındır, nə bilim, bu Elçi bəyindir, bu filan kəsindir, bu İsa Qəmbərindir, bu nə bilim, o filan kəsindir. İndi donunu dəyişibdir o adam, adını çəkmirəm. Yəni, belə şeylər var. Burada yazılanlar hamısını mən belə hesab edirəm ki, yəni ki, bax, bu adamlar da bəzi hallarda nə cür dərk edirlər, o cür də münasibət bildirirlər. Və mən bunların hər birinə rəy bildirənlərin, hər birinə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm ki, öz fikirlərini burada əks elətdirirlər. Burada indi mən heç kəsə heç bir şey deyə bilmərəm ki, sən bunu düz dedin ya səhv dedin. Onlar məni bu cür qəbul edir, bu cür də rəy bildirirlər. Sağ olsunlar. Yəni, mən onlara minnətdaram. Ancaq Azərbaycanda Xalq Cəbhəsi adı altında fəaliyyət göstərən bir quruma heç cürə ehtiyac yoxdur. Bu partiya ləğv olunmalıdır. Bunun antikonstitusiyondur, siyasi sistemimizlə bir daha deyirəm, ziddiyyət təşkil edir. Ədliyyə Naziri, hörmətli Fərid müəllim, xahiş edirəm, qeydiyyat idarəsinə göstəriş verəsiniz. Bu partiyanın fəaliyyətinə xitam verilsin, ləğv edilsin. Buna nə ehtiyac var bu partiya? Bu partiya təxribatla məşğuldur. Əli Kərimovun da həbs olunması bunu bir daha təsdiq edir. Azərbaycanla qarşı həyata keçirdiyi tədbirlər tamamilə bunu təsdiq edir. Onun ətrafında olan şəxslərin Azərbaycanda sabirliyi pozmaq istiqamətində apardıqları işlər, dövlət hakimiyyətini mənimsəmə istiqamətində antikonstitusiyon hərəkətləri bunları təsdiq edir. Xahiş edirəm, həmən partiyanın ləğv edilməsi haqqında düşünəsiniz, tədbir görəsiniz. Yəni, bunların hamısı bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Yəni, biz cəmiyyətimizdə, dövlətimizdə milli maraqlarımızla ziddiyyət təşkil edən məqamları aşkar edirik və onların haqqında tədbir görülməsini bir daha
Mən Buradan çəkirik. şərhlərə fikir verirəm. Bəli. Şərhlərdə görürəm ki, yenə sizə qarşı təhqirlər başlayıb, hansı ki, Əli Kərimliyə qarşı fikir bildirəndən sonra başladı bu təhqirlər. Bəli. Bununla bağlı fikirləriniz varmı? Əli Kərimov vətən xanidir, satqındır, riyakardır, avanturistdir, anlaqsız ruh xəstədir. Mən onun əleyhinə hələ 90-cı illərdə çıxış eləmişəm, onların hakimiyyəti illərində ki, bu hakimiyyət Azərbaycanı çürümə aparır. Azərbaycanda xaos yaradır, anarxiya yaradır, özbaşlarlıq yaradır. Bax, müharibə ərəfəsində qarşı durmanı onlar yaratdılar. Rusiyanın, 1-ci SSR-nin ideoloji katibliyi, Dövlət Təhlükəsizlik Komitəsi bunları yarattı. Cəmiyyət içərisində bir virus kimi buraxdı. Bunlar Əli Kərimov kəsicidir, həşarətdir, gəmiricidir. Vətənə xəyanət elədiyinə görə, dövlət hakimiyyətini qanunsuz devirməyə cəhd elədiyinə görə, digər qruplaşmalarla əlbir olaraq Azərbaycanın milli maraqlarına qarşı ciddi mövqedə olduğuna görə o layiq olduğu cəzasına bağlıdır. Onu müdafiə edən şəxslər, burada fikirlər yazan şəxslər də aşkar edilərək onlar da cəzasını almalıdırlar. Çünki Əli Kərimov dəstək verən insanlar aşkar edilməlidir. Onlar cəzalısını almalıdır. Məsələn, kənd yerində nəhrə çalxalanır. Nəhrə çalxalanında süd qatıq bir tərəfə, yağ bir tərəfə çıxır, ayran bir tərəfə, ayranın turş suyu da bir tərəfə. İndi biz buradan danışanda kimin kim olduğu üzə çıxır. Görürsünüzmü? Kim Əli Kərimov tərəfdir, qarşıdır, buradakı yazıları onu təsdiq edir. Bəli, onu da himayədarlıq elədiyi yerlərdə insanlar var. Beləliklə biz onları aşkar edirik. Görürsünüz bu çıxışlarımızdan siz onların siyasi təfəkkürü, dünya görüşü, baxışları buna imkan vermir ki, onlar onu dərk eləsinlər ki, biz aşkar edirik ki, kimlər Əli Kərimov dəstəkləyir, kimlər Əli Kərimova qarşıdır. Yəni Əli Kərimov satqın bir insandır. Siz onu nə üçün bu cür münasibət göstərirsiniz, ona görə mənə qarşı bu cür ifadələr yazırsınız. Yazırsınız, canınız sağ olsun. Sizə dərin təşəkkürümü, minnətdarımı bildirirəm. Mehriban xanım demişdi, Allah sizə can sağlığı versin. Gözünüz yaxşı görsün. Görün ki, Azərbaycan nə cür inkişaf edir. Əli Kərimov kimi bicləri tər qandanları tama saldıq, get. Görün, gözünüzlə görün. Qoy ürəyinizə xal salsın. Yəni düşmənin gözü o qədər görməlidir ki, o yaxşı cəhətləri görür, ürəyini ötürsün. Ürəyində çat əmələ gəlir onda. Ona görə deyirəm ki, atalar bəzi şeylərdə səhvə yol verir. Deyirlər, istəməyən göz görür. Xeyr. İstəməyən göz görür, yəni bizim uğurlarımızı görməz. Bunların gözü o qədər yaxşı görsün ki, bizim uğurlarımızı görsünlər. Görürsünüzmü? Eminə hörmətli Mehriban xanım dedi, Allah sizə can sağlığı versin. Sən qadın paltarı giyinib bizdən insansan. Get. Gör, biz nə işlər görürük, sən nə iş görürsən. Sən gəlib burada vətənə xəyanət edirsən. Burada gizlənibsən, qadın paltarı giyinib gəlibsən. İndi nə iş görürsən? Yəni, indiki biz Əli Kərimovun haqqında danışanda bu insanlar hamısı bizə çıxır. İndi kimin nə sözü var? Aşağıda desin ki, həqiqətən biz Əli Kərimovu dəstəkləyir. Adını da yazsın, soyadını da yazsın. Ki, kim çıxsın, efirə qoşulsun. Desin ki, sən səhv deyirsən bunları. Əli Kərimov bunu eləyib, bunu eləyib, bunu eləyib. Geçsin, tuğu çatır desin. Siz efirə çıxanda AXCP tərəfdaşları və fəalları həmişə sizə qarşı aqressiv fikirlər səsləndirirlər. Bu çox maraqlıdır. Bəli, o AXCP-nin, onlar ÇP deyirlər də, ÇP. Onlar anlaqsız xəstələrdir. Ruhu xəstələr, cəmiyyəti dərk eləmirlər. Dövlətçilik nədir, milli maraqlar nədir? Azərbaycan dövlətinin uğurlarını görmürlər, həzm eləyə bilmirlər. Bax, görürsünüzmü? Onlar 93-cü ilə qayıtmaq istəyirlər. 93-cü ilin ortalarına qədərki dövrdə hakimiyyətdə olduqları ildə görün Azərbaycan nə vəziyyətə düşdü. Azərbaycan parçalandı, torpaqlar işğala məruz qaldı. Sonra xarici ölkələrə axın başladı. Erməni təcavüzü daha da geniş müqə saldı. Azərbaycan müstəqilini itirmək təhlükəsində üzbəüz qalanda
Və bu müasir Azərbaycanın qurucusu Heydər Əliyevə nəyə görə müraciət elədiniz? Azərbaycan xalqı müraciət elədi. Hakimiyyətdə olan qüvvələr, sonra Səqənbər, mərhum Əbülfəz Elçibəy, bu anlaqsız ruh xəstə Əli Kərimov. Sən indi nədir bunlar? Yəni bunların hamısı əsassızdır, qərəzli fikirlərdir. Onları rədd edirik. Onlar da bizim cəmiyyətimizin bicləridir ki, Əli Kərimov kimi bicə biz deyirik də, o araqdan çaxırda çıxıb yatanlardır yollarda zətdə. Bəzilərdə, bəzi adamlar. Və toşun onlar kimidir. Biz loru dildə deyir, biclər deyirik də, yabancı ünsürlər. Cəmiyyətimizin inkişafına maneçit törətmək istiqamətində onların hərəkətləri, fəaliyyətləri tamamilə ləllətlenir, qəbul olunmur. Düzdür, bir-iki nəfər, üç nəfər ola bilər ki, məsəl üçün, o da anlamıyor, anlaqsız xəstələrdir. Bu düzdür, ruh xəstələrdən xəstəxanada, ruh xəstəxanasında olanların bir söz deyəndə, o bir onu dərk eləmir ha. Ruh xəstə nə deyəndə onda. Ancaq biz anlaqlı vəziyyətdə, açıq-aşkar şəkildə, diplomatik dildə, siyasi dildə, dövlətimizin maraqlarına uyğun olan dildə, Azərbaycanın belə hamı qiyasda mövqeyinin möhkəmləndirilməsi də hesablanmış. Fikirlər səsləndirəndə, həmin o anlaqsız xəstələr bunu qəbul eləmək istəmirlər, dərk eləmirlər çünki. Çünki dərk eləmir. Görüb götürmək dünyasıdır. Görmək lazımdır, eşitmək lazımdır, bilmək lazımdır ki, bu səviyyə bizi çatdıran kimdir? Bizim vəziyyətimizi pis vəziyyətə salan kim olubdur? Bizi bu cür işıqlı, nurlu gündüzdən qaranlıq gecəyə doğru aparmaq istəyən kimlərdir? Və onlar bugün cəzalandırılır. Kimə görə cəzalandırılır? Xalqın gələcəyi üçün cəzalandırılır. Yenə də deyirəm, kənd təsərrüfatında o kəslərə, gəmicilərə qarşı mübarizə aparmasaq, biz məhsul əldə edə bilmərik. Cəmiyyətdə də belədir, idarəetmədə də belədir, siyasətdə də belədir. Biz bu cəmiyyətin inkişafına qarşı qaraəhmə kampaniyası aparan şəxsləri, dövlətçiliyə qarşı olan şəxsləri, milli maraqlarımıza zidd mövqedə olan şəxsləri cəzalandırmasaq, biz dövlətçiliyimizi qoruyub saxlaya bilmərik. İctimai siyasi sabitliyimizi möhkəmləndirə bilmərik. Əli Kərimov ağzına gələni danışır, orada Mehman kimi. Mehman orada Türk qardaşlarımız demişkən mırıldanıyor xalqa qarşı, bu da burada mırıldaşır. Bu da burada kiminsə diktəsindən təxribat törətməyə çalışırlar. Yəni ki, 92-ci illərdə, 89, 92-ci və 93-cü illərin birinci yarısında Sovet dövlətinin rəhbərliyinin sonraki dövrdə Rusiya Federasiyasının, Rusiya İmperiyasının diktəsi ilə Azərbaycanda qarşıdurma yaradırdılar. Yəni Azərbaycanı tamamilə üstünə xəritəsi silmək üçün. İndi də görürlər ki, Azərbaycan dünyada ən qüdrətli dövlətdir, özünün ərazi bütövlüyünü təmin edibdir. Rusiyanın rəhbərliyini bürüşdürüb, sıradan çıxardıb, sonra kollektiv təhlükəsiz müqaviməti təşkilatını sıfır indirib, onların fəaliyyətsizlik şərait yaradıb onlara. Dünyada hegemon dövlətə çevrilib, dünya ölkələrinin Azərbaycan prezidentinə olan Azərbaycana münasibəti köklü şəkildə, son 5 ildə daha da artmışdır. Və belə bir şəraitdə nə eləmək lazımdır? Əli Kərimov kimi və onun ətrafında olan başı pozuq şəxslərdən Azərbaycana qarşı qarayağma kampaniyası aparmaq. Bunlar kim əldən elə bilər? Onları irəli verən şəxslərin də özləri başı pozuqdular, anlaqsızdılar, düşüncəsizdirlər. Yəni, İlham Əliyev kimi dünya miqyaslı nəhəng bir tarixi şəxsiyyətə qarşı bunlar fikirləşmirlər ki, mən nə əsasa çıxıram? Gör, bu kimdir, mən kiməm? Hesab edin ki, dənizdə, okeanda böyük bir gəmi üzür, gedir, bir dənə oradan milçək çıxır, nə bilim, oradan bir soğuldan çıxır, özünü deyir, mən gəmiyə açılacam. Özünü gəmiyə vurub, para vurur. İndi nəhəng şəxsiyyətə qarşı bu həşarətlər hücum çəkirlər ki, belə oldu, elə oldu. İndi mən də burada çıxış edəndə həmin həşarətləri mənim üzərimə buraxırlar. Ki, gör, dəmiri sən oradan kiralaşdıra bilirsən, dəmir oradan, nə bilim, sizin bu hərəkətlərinizə görə təhqir edici ifadə işlərsiniz. Sonra deyək ki, efirə çıxıb, bu orada söyüş söydü, təhqir yağdırdı. Mən ömründə bu yola getmərəm. Heç kəsə məni özümdən çıxara bilməz.
ki mən kiməsə qarşı təhqir istifadə işlədim. Kimsə məni təhqir edirsə də çox sağ olsun, ona çox böyük minnətdarlığımı bildirirəm. Nə qədər bacarır eləsin. Əlbəttə onun da gücü ona çatır. Onun şuuru, düşüncəsi ona çatır. Onun baxışlarının, münasibətlərinin məntiqi nəticəsidir. Bu ifadələri işlətmək. Kim nə cür başa düşür? Və ona görə fəlsəfədə deyirlər ki, materiya birinci, şuur ikinci. Birinci gərək görəsən, bunun haqqında fikir səsləndirəsən. Məni 5 adam görür, 5-i deyən fikirdə ola bilməz. Mən heç kəsə deyənmərəm ki, hamınız benim belədir. Ancaq məni yox. Mənim fikirlərim hər bir şəxsin marağına xidmət edir. Hər bir şəxsin, hər bir insanın tərəqqisinə, Azərbaycanın tərəqqisinə xidmət edir. Azərbaycanımızın milli maraqlarına. Yəni, hər Azərbaycan vətəndaşlarının maraqlarına, dünya Azərbaycanlıların maraqlarına, Türk dünyasının maraqlarına, tərəqqipərvər bəşəriyyətin maraqlarına xidmət edir. Yəni, Azərbaycan prezidentinin siyasəti bu istiqamətdə öz bəhrəsini vermişdir. Biz də bu siyasətin təbliğatçılarıq hər bir istiqamətdə. Ona görə də kim nə yazır, kim nə deyir, öz şəxsi işidir. Allah canını sağ eləsin, Allah onlara uzun ömür can sağlığı versin. Təşəkkürümü və minnətdarlığımı bildirirəm onlara. Nə yazırlar, canları sağ olsun, mən onlara fikir vermirəm. Məndən ötərin elə bir göydə tutan bir milçək olar, vızıldaşıb gedirlər. Vız-vız eləyir, getdi. Belə eləyən kim getdi. Həddim var, əgər qeyriyyatın çatırsa, bacarığı varsa, kişiliyin mənliyin varsa, ya çıx efirə, mənlə burada debata git. Danış sözümü də girəm. Mən, bəli, əsaslandırıb deyirəm ki, Əli Kərimov kimi şəxslər cəzasız qalmamalıdırlar. Tofiq Yaqublu kimiləri, onun ətrafında olan şəxslər, anti-milli ünsürlər, anti-Azərbaycan mövqeyində olan şəxslər, xaricdə gedib, tülkü yuvası qurub, tülkü kimi oraya düzlənənlər, Azərbaycanın maraqlarına qarşı çıxan şəxslər tamamilə tarixdən silinməlidir, onlar tarixin zibilxanasına atılmalıdır. Çünki bunlar qadının paltarından yenə də deyək, istifadə edib, özünü qoruyub, qadına qarşı çıxış edir. Azərbaycan qadınına qarşı, Azərbaycan xalqına qarşı. Utanmır, qızarmır, ölüb yerə girmir. Deyir, ay xalq, ay filan kəs xalq. Mən də o ifadəni burada işlədə bilmirəm. Çünki onun qabiliyyəti, o qabiliyyət ona çatır. Mehmanın qabiliyyəti ona çatır. Durub orada ən ağır ifadələr işlədir. Çünki o qədər düşüncəsizdir ki bu adamlar, o qədər anlaqsızdılar ki bunlar. Gəlir, gör kim kimə meydan oxuyur. Ay bala, get bir çəkən çayın içinə, çörəyin dalından get, özün gələcəyini fikirləş. Sizin bilirsiniz ki, gələcəyiniz yoxdur. Nə qədər orada yaşayacaqsınız? Nə qədər gizlənəcəksiniz? Bir fikirləşin ki, separatçıları Azərbaycan nə cür tutacaqdır? Bəli. Növbəti bir sualımız var. Fikrinizi tamamladınızsa da... Buyurun, mən deyim. Təbliğ etdiyiniz hökumət siyasətinin adi insanların həyatını real olaraq necə yaxşılaşdırdığını konkret nümunə ilə göstərə bilərsiniz. Bəli, ölkəmizdə hər vətəndaşın sosial probleminin həlli istiqamətində çox böyük uğurlu addımlar atılır. Bu faktdır. Məsəl üçün, həssas təbəqə olan şəhid ailələrinə, qazilərimizə vaxtaşırı evlər verilir, minik avtomobilləri verilir. Özdə qeyd edeyim ki, Azərbaycan müharibədən çıxmış ölkədir. Qalib ölkədir. Doğma Qarabağımızda çox böyük quruculuq, abadlıq işləri gedir. 9-a qədər aeroportlar inşa edilir, yollar çəkilir, dəmir yol xəttləri inşa edilir, evlər tikilir, infrastruktur layihələri həyata keçirilir. Yəni ki, Azərbaycan Respublikasının büdcəsi sosial yönümlü büdcədir. Azərbaycanda həyata keçirilən sosial siyasət heç bir ölkədə həyata keçirilmir. Yəni, əhalinin az-təminatlı ailələrin təminatının ödəlməsi üçün sosial yardımlar həyata keçirilir. Sonra digər məsələlər yaşayış minimum səviyyəsində əmək haqlarının ən aşağı səviyyədə
ödənilməsi, yəni ondan aşağı ödəniş həyata keçirilmir. Yəni yüksək səviyyəli əmək verilməsi istiqamətində işlər aparılır. Yəni hər bir vətəndaşın həyat səviyyəsinin yüksəldilməsi istiqamətində işlər həyata keçirilir. Düzdür, hər bir ölkədə sosial sahədə problemlər var. Ben çıxışımın əvvəlində dedim, Amerika Birləşmiş Ştatlarında yoxdurmu? Fransada baxın, gündən mitingdir, nümayişdir, fermerlər texnika ilə gətirib yolları tullantılarla kəsirlər. Bir ona baxın, Azərbaycana da baxın. Görün Azərbaycanda hansı işlər həyata keçirilir. Düzdür, bazar iqtisadiyatıdır, qiymət artımı olur, məsəl üçün məhsul qıtlığı olur, xaricdən gətirilir, neyinilir. Yəni, inhiharçılıq aradan götürülüb Azərbaycanda. Tədricən hər bir məsələ öz axarına düşəcəkdir, yəni öz bəhrəsini yüksək səviyyədə vermək üzrədir. Yəni bu istiqamətdə Azərbaycan prezidenti çox uğurlu siyasi xətt həyata keçirilir. Yəni bu siyasətin həyata keçirilməsi istiqamətində Əmək və Əhali Sosial Müdafiəsi Nazirliyi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Məsəl üçün uşaq bağçalarının təmin olunması. Düzdür, uşaq bağçalarının bəzilərində demək olar ki, əksəriyyətinin uşaqların ərzağını bağça müdürləri aparıb yeyirlər, satırlar, dağıdırlar. Bu cümlədən Dönükürlü kəndində. Şəlalə Bağırova arxalanır, orada o qohumları var. Deyir ki, mənim arxamda Süleymanovlar dayanıblar. Və gələcəkdə də Bakı olacaq, görəcəksiniz, dəmiri məhv elətdirəcəm. Bu mənim məhv eləsinlər, mənim narahatçılığım yoxdur. Yəni demək istəyirəm ki, o Dönükürlü kəndindən məsələnin misal üçün deyirəm də, o bağçıya 100.000 manatdan artıq, 100.000'lərdən artıq pullar ayrılır. O pulları bölüb elə kəndin o uşaqlarına verirsə, o daha yaxşı olur. Nəinki şəlalə para yeyə, sonra o Kimnaz xanım deyirlər, axşam maşından gəlir, öz evindəki kimi. Yıxşırır, haydi getdi. İndi o şəkili zan çəkdirmişəm, götürmüşəm. Ondan sonra o ərzaq gətirən maşın var. İşte kənar vaxtı gəlir, onun da payı var. Verirlər, oradan nələr satılır mağazinlərə. Şəlalə gedib Bakıda yaşayır. Bakıda yaşayır. Uşağı da çıxardıb, gedib ərdən də boşanıb. Orada əməlli başlı iş qurub. Bilənə görə ona özəl bağça qurublar. Yəni orada yaşayır. Burada da yoxlama gələn kimi gəlir. Yəni nəyə deyirəm? Sosial sahələrdən əlaqədar deyirəm ki, bu bağça ləğv olunsun, o pul bölünsün kənd cəmaatına, kənd uşaqlarına verilsin. Yəni deyirəm, bağçalara çox güclü vəsaitlər ayrılır. Düzdür, bizim yaxşı bağçalarımız var, yaxşı uşaqlara dərs keçirilir, uşaqların fiziki cəhətdən inkişaf etdirilməsi, mənəvi psixoloji cəhətdən inkişaf etdirilməsi, sonra yüksək səviyyədə tərbiyələndirilməsində, əməyə cəlb edilməsində, onların şuurun düşüncə tərzinin formalaşdırılmasında, məktəbə hazırlaşdırılmasında, sonra məktəbə qədər əsasnamənin tələblərinə uyğun olaraq yaxşı iş görən bağçalarımız var. Yəni demək istəyirəm ki, ölkənin bu istiqamətdə həyata keçirdiyi siyasətdən yüksək səviyyədə bəhrələnən şəxslər barəsində tədbir görülmür. Məsələn, Şəlalə Bağırova gedir Bakıda, buradan ərzağı yığırlar, maşından ona ərzaq göndərilir. Mağazinlərə gedir. Bunu dədəsi Kamaldan qalıb. Bunu satıb dağıtmaq olar mı buna? Bizim uşaqlar bizim gələcəyimizdir. Bizim uşaqlar müdrik rəhbərimizdir. Uşaqlar bizim gələcək gənclərimizdir, gələcək əskərlərimizdir, alimlərimizdir. Yəni uşaq gözünü açandan oğurluq görür. Görür ki, bağça müdürü oğurluq edir. Burada yığışırlar, o bağışlayın, o telefonda bəzi şeylərə baxırlar. O heç bir dərs də keçirilmir. Yəni demək istəyirəm ki, ölkəmizdə çox yüksək səviyyədə sosial siyasət həyata keçirilir və bəzi şəxslər, Şəlalə Bağırova kimi şəxslər, onu himayədarlıq edən şəxslərin dəstəyindən istifadə edərək öz maraqlarına yönəldir. Məsələn, uşaq bağçasına verilən ərzaq uşaqlara verilsə, çox gözəl olar. Hamı gətirir uşağını verər. Gətirirlər, yoxlama gələndə oraya ət qoyurlar, nəm qab qoyurlar. Mən bilmədim bu sual veriləcək. O şəkilləri mən gətirərdim, baxardıq burada. Mən fürsətdən istifadə edərək Regional Təhsil İdarəsinin rəhbərliyinə müraciət edirəm, Təhsil Nazirliyinə müraciət edirəm ki, Şəlalə Bağırova haqqında tədbir götürün, fəaliyyəti yoxlanılsın. Yoxlama gələnə qədər
Bu adam gedir qoylarda o yaxın adamları var, yəni qonşu kəndlərdə. Tez inventarı satıb dağıdıb. Gətir oraya yığır, deyir ki, inventar yoxsa hamısı yerindədir. Ərzağı da gedir mağazinlərdən gətirir, doldurur, hamısı yerindədir. Halbuki satıb dağıdıb ha. Yəni bu adamlar, saxta adamları vəzifədən kənarlaşdırmaq lazımdır. Yabancı üsullərdən cəmiyyət təmizləmək lazımdır. Və Azərbaycan prezidentinin siyasi xətti də ondan ibarətdir ki, əhalinin sosial rifah halını daha da yüksəltmək lazımdır. Yəni Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində göstərilir ki, insan hüquq və azadlıqlarının qorunması, əhalinin yüksək həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədidir. Yəni, ali məqsədə çatmaq üçün əhalinin sosial qağı ehtiyacı olan təbəqəsinə çox böyük dəstək ifadə olunur. Düzdür, işsizliyi də vardır, yeni iş yerləri açılır. Məsələn, Tovuz rayonunda gedirlər gündə tədbirə gedirlər ki, bizə iş ver. Hörmətli başçımız da istiqamətləndirir, deyir, bəli, get işdir. İş yer açıq başçımız yaxşı. Orada əmək haqqı da verilir, dəstək də durulur, kömək də durulur. Çox adam da deyir, yox, mənə bir kart ver, cimə qoyum, gedim hər yer. Belə şey olmaz. Bu, zəhmətsiz gəlirdir. Yəni, iş yerindən çox iş yeri var. Cənab Prezident də deyir, iş yeri tapmaq istəyən adam özünə iş tapar. Ancaq elə adamlar da var ki, məsələn, deyir ki, belədir. Düzdür, onları da qıramaq olmur. Ancaq hər bir insanın həyat səviyyəsi yüksəldilməsi istiqamətində Azərbaycan Prezidenti çox böyük, güclü siyasi xətt həyata keçirir. Vətəndaşların təhlükəsizliyi təmin edilməsi, sosial problemlərin həll edilməsi ölkə prezidentinin daim diqqət mərkəzindədir. Bundan artıq nə istəyirsiniz? Bəli, bağışlayın. Bloger Gülnaz xanım, sizin dostunuz. Burada salamlayırıq. Hörmətli Gülnaz xanıma dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Bəli. Həqiqətən Gülnaz xanım 21-ci əsr tariximizə, Azərbaycanımızın müasir tarixinə qeyrətli, qəhrəman, igid, cəsur qadın olaraq, vətənpərvər qadın olaraq daxil olmuşdur. Ona dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk həmişə. Bəli, müəllim. Bəli. Canlıda dayanmadan yazır ki, bəs burada sizi fikirlərinizə görə tənqid, təhqir edən insanlar var da. Deyir ki, Dəmir müəllimə bildirməyiniz vacibdir ki, bəs sizi belə təhqir edən. Beləsinlər canı sağ olsun. Mən ona bir şey demirəm. Onlar yəni Gülnaz xanım, Dəmir müəllim özü oxuyur canlıları. Mən onlara, o həşərətlərə fikir vermirəm. Görürsünüzmü? Ölkə prezidentinin haqqında gör nələr danışır. Mən kiməm ölkə prezidentinin yanında? Görürsünüzmü? Bax, prezident ölkəni təmsil edir, xalqı təmsil edir. Azərbaycanın tərəqqisi üçün hansı işlər görür? Hər bir vətəndaşın maraqlarının təmin edilməsi üçün. Ancaq vətəndaşlar gör necə münasibət göstərirlər. Mən də cənab prezidentin sözünü çatdırıram. Onun siyasətini təbliğ edirəm. Yəni, bu siyasətə qarşı çıxan xarici blogerləri tənqid edirəm. Bax, görürsən, Rəşadı tənqid edilən kimi, Təraniyi tənqid edilən kimi tez başladılar, hücuma keçdilər. Sonra o Əli Kərimov tənqid edilən kimi başladılar, onu bunu örgətdilər ki, belə yazın, elə yazın ki, o oralara çıxmasın. Mən həmişə efirdəyəm. Allah canınızı sağ eləsin. Sizə çox minnətdaram. Nə ürəyiniz istəyir yazın. O sizin nəyə qadir olduğunuzun göstəricisidir. Rəhmətli Azaqfılım Kayla deyirdilər ki, Haqa, o filan kəs sənə pislik eləyib, sən niyə yaxşılıq eləyirsən? O da deyirdi ki, o pisliyindən nə qalmır, mən yaxşılığımdan qalıram. Və görün, biz dövləti təbliğ eləyirik. Bunlar dövlətə qarşı olan insanları, bax görürsünüzmü, bu nəhərləri çalxaladıq, siyasi nəhərləri. Bizə çıxartdıq. Baxsınlar, təbliğ eləyirlər, tənqidə keçirlər, onları sağ olsun. Siyasi nəhrədir, çalxalayıram hər gün mən. Sizi üzrə çıxardıb hər biriniz qanun qarşı cavab verir. Kişiliyiniz, qiriyyətiniz varsa, namusunuz varsa, çıxın qabağa. Yenə məsələn, Qurbanov Dəmir isə olur. Qurbanlı Dəmir falan kəs. Mənəm. Gəlmişəm Dəmir, sənin cavabını verməyə. Gəl, çıx. Keçib qabağımı, tülkü kimi, qabil kimi orada gizlənirsiniz. Siz də efirdə Allah gizlənirsiniz. Adınla, soyadınla yaz ki, səni verin məhkəməyə, o yüzden siz tapdıracağım hamısını. Yəni, mən sizə qoşulmuram, bəndə olmuram.
Sizə vaxtımı sərf eləmək istəmirəm. Ancaq bizə bu lazımdır. Bəli. Bu zərər vericiləri, bu həşarətləri, siyasi nəhrəni çalxalamaqla biz üzə çıxardırıq. Tapırıq. Hamı birə baxırsan, hamı insandır da. Ancaq o düşüncə tərzini eləmək lazımdır. Onunla danışanda bilirsən, söhbət aparanda bilirsən, geyimi keyimli adamlar görsən, sığallarını tumarlanıb gedib, bir kəlmə danışanda görsən ki, bunun ağzından zəhərmar yağır. Hatta bir görsən ki, belə tökülüb bitir gedir, görsən bu danışanda elə bir qızıl xırdalayır. İndi insanlar var müəllim, belə insanlar var, çox sağ olsun Gülnaz xanım da. Əlbəttə görürsünüz, Cənab Prezident haqqında nələr gündə danışırlar. Və ona dözən insanlar da olar. Biz ona dözmürük. Biz ona qarşı, o həmən şəxslərə qarşı kəskin nifrətimizi bildirdiyimizə görə bu cür anlaqsız ruh xəstələr də bizə qarşı çıxışlar edirlər. Sağ olsunlar. Ruh xəstədən ayrı nə gözləmək olar? Dəlidən xoş xəbər gözləmək olar mı? Xeyr. O nə cür başa düşür, nə cür düşünürsə, o cürdə fikirləri səsləndirir. Mən həmən şəxslərə çox dəyərli minnətdarım bildirirəm. Allah onlara can sağlığı versin, uzun ömür versin, gözləri yaxşı görsün. Görsünlər ki, Azərbaycan nə cür inkişaf eləyir. Azərbaycan prezidenti hansı zirvələrə ucalıbdır. Dünya ölkələri Azərbaycana nə cür dəstək ifadə edir. Azərbaycan prezidentindən öyrənirlər. Serbiya prezidentinin nə dediyini siz eşitdinizmi? Amerika Birləşmiş Ştatları prezidentinin. Sonra Rusiya prezidentinin qabağında tədbirləşib oturmuşdu. Sonra Fransanın prezidenti xaricdə tədbirdə nətər belə bürüşə gəlmiş İlham Əliyevin qabağına. Onunla bir nəticə çıxardım. Yəni mən heç kəsdən artıq deyiləm, nə ölkə başçısından artıq deyiləm, nə birinci vitse-prezidentdən, nə Daxiliyyat nazirindən, nə Təhlükəsizlik nazirindən, nə cənab baş prokurordan. Heç birinin artıq adam deyiləm mən. Yəni mən ölkəmizin siyasətini təbliğinə məşğulam. Mənə qarşı nə qədər təhqir edici ifadələr işləsinlər. Məni bu yoldan heç kəs döndərə bilməz. Rəşad Zeynəlovun komandasıdır, nə bilim o Tərinə Bayramovanın komandasıdır, sonra Əl Kərimovun yerli nökərləridir, anlaqsız ruh xəstələridir. O anlaqsız ruh xəstələri baş həkimidir, baş siyasi həkimi Əl Kərimov. O da xəstələri rayonlarda da var da. İndi hər rayonda ruh xəstəxanası var da, məsələn Qazaxda var, Zonaldı. İndi Tozda da o anlaqsız şuur səviyyəsinə malik olan Əl Kərimovun adamları var, bəli var. Bu anlaqsız ruh xəstəxananın baş həkimi, siyasi baş həkimidir. Görürsən, bunlar hepsi təxribatla məşğuldur. Biz təxribatla məşğul deyilik. Görürsən, neçənci ildən mən təklif vermişəm, 2012-ci ildə təklif vermişəm ki, Mehriban xanıma Azərbaycanın milli qəhrəman adı verilsin. Sonra qadın milli marşal, qadın sərgərdə adı altında onun heykəli ucaldılsın Qarabağımızda, Azərbaycanımızda. Kim onu təklif edib? Mən vermişəm. Birinci Azərbaycanda mən təkliflə çıxış eləmişəm. Federal Akademiyası yaradılması haqqında mən təklif vermişəm. Mən yaratmışam onu. Siz nə iş görürsünüz? Siz də başlayırsınız onun sözündən təhqir edici ifadələr. Nə qədər yazırsan ki, həddin var mənim qarşıma çıxınla. Üzbəüz gəl ki, mənimlə. Gör, bacararsan məndən. Sən ölkədən adamlar da heç mənim qarşıma çıxa bilmir. Siz həşarətsiniz, siz həşarətlər o zərər vericilərsiniz. Gəmiricilər var ya, torpağın altındakı zərər, adam gözdən qaçıb zərir. Şovullarla, krisa deyirik də, onlara belə. Yəni, mən heç kəsi təhqir eləmirəm, onlara can sağlığı arzulayıram, minnətdarlığımı bildirirəm ki, nə qədər bacarırlar, təhqir edici ifadələr yazsınlar, çox sağ olsunlar, canları sağ olsun. Biz onları çalxaladıq, siyasi nəhrəni. Üzə çıxartdıq, bəli. Üzə çıxdı kim kimdir. İndi bircə onu aidiyyatı orqan araşdıracaq ki, onu yazanlar kimlərdir, nə məqsəd üçün yazırsan. Deməli, sən Əl Kərimova pas ötürən sənsən, ona dəstək verən sənsən. Bəli, biz bu yolla bunları üzə çıxardıq. Elə deyirəm müəllim. Biz bunları bu siyasi nəhrəni çalxalamaqla, yəni burada siyasi mövzuda çıxış eləməklə münasibətləri askar eləyirik. Bəli, bu da əməliyyatın bir növüdür. Görürsünüzmü? Canları sağ olsun, indi təxrir edən də sağ olsun, tənqid edən də sağ olsun, bəyənən də sağ olsun. Allah can sağlığı versin, bir daha deyirəm. Uzun ömür versin, gözləri daha yaxşı görsün,
Görsün ki Dəmir gəlib burada saatlarla çıxış eləyir, dövləti təbliğ eləyir, müdafiə eləyir. Onların da rəhlərini ötürsün ki, demək Sami bu gəlir saatlarla belə çıxış eləyir, biz də burada ona təhqir yazırıq. Ayıb olsun sizə. Qabillə sizə nə fərq var? Qabillə, Eminlə, sonra o mehmanla, sizə nə, o dəli mehmanla, anlaqsız ruh xəstələrlə sizə nə fərq var? Heç bir fərq yoxdur. Çünki onların yaxın adamlarıdır. Məndən başqa gəlib, bu səhviyə çıxış edən yoxdur. Tovuz rayonunda, Azərbaycanda var. Azərbaycanın başqa rayonlarında var. Yəni Azərbaycanın Tovuz rayonunda nəzərdə tuturam. Qəhrəman Tovuz rayonunda. Mən gəlib saatlarla danışıram. Rəhbərlikdə olan şəxslər haqqında tənqidi fikir deyən kimi tez Rəşad Zeynalov işə salır adamlar. Yazıq orada söyün Dəmirə. Görürsünüzmü? Nə qədər söyürsən söy, nə qədər söydürürsən söy. Ancaq sənin haqqında ölkə prezidenti tədbir gördürəcəkdir. Rəşad Zeynalov, bilin onu. Neçə ki sən o vəzifədəsən, sənin haqqında nə qədər materiallar var, prezident administrasiyasına ötürəcəm, aidiyyatı orqanlara verəcəm onları və efir vasitəsilə də çatdıracam. Sənin nə haqqın, hüququn var ki, xarici ölkələrdə bir velosipedi sıradan çıxardan, nazir işdən çıxardırlar. Sən dövlətin 30-40 min manatlıq xidməti ki avtomobili, üç şəxsi işin dalın gedəndə sıradan çıxardıbsan. 2 nəfərində ölümün nəticəli ağır yol qəzası sürürdü. Bizə sərxoş vəziyyətdə. Sən niyə vəzifədə qalıbsan? Kim səni müdafiə edən? Orada bu da deyirsiniz ki, prezident administrasiyasında bu ərazi təşkilat şöbəsinin müavini var. Bunu müdafiə edir. Xeyr. Kim səni müdafiə edir, o da cəzalandırılmalı. Cənab prezident onu özü bilir kimdir, nədir. Araşdıracaqlar onların hamısını. Yəni onlar hamısı üzə çıxmalıdır. Yəni demək istəyirəm ki, bu təhqirlərə cavab olaraq təhqirici ifadələri tənqidlə təhqiri qarışdırırlar. Biz tənqidi fikir səsləndirib, bunlar təhqirlə yanaşırlar. Çox sağ olsunlar. O cür dərk edirəm müəllim. Ayrı sualımız var müəllim? Bəli müəllim. Artıq verilişimizin də sonuna çatırıq. Çox sağ olun. Çox minnətdarıq. Biz sizdə axırıncı sözünüz varsa da buyurun. Cəmi bizi izləyənlərə, verənlərə, bəyənməyənlərə dərin təşəkkürümüzü, minnətdarlığımızı bildiririk. Yəni biz milli maraqlarımıza uyğun burada fikirlər səsləndirmişik. Ancaq çox təəssüf ilə qeyd edirəm ki, bəzi şəxslərin maraqları ilə milli maraqlarımız toqquşduğuna görə burada bu ifadələr işlədilir. Çox sağ olsunlar. Biz bunların hamısını aşkar elədik. Görürsünüzmü? Əməliyyatı keçirdik. Əməliyyat nəticəsində kimin kim olduğu, kimin hansı düşüncədə olduğu, hansı fikirdə olduğu aşkar edildi. Bəli. Sağ olun. Siz dinlədiyinizə görə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Sağ olun. Gecəniz xeyrə qalsın. Növbəti görüşlərə dək.